Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın xeyir bereketi olsun. Uca Allah da xeyirli bereketi eylesin. Bu meclisimizi Allah Teala bizleri bağışladığı kullarından eylesin. Allah Teala ve melekleri sevdiği meclis elbette ilim meclislerdir. Rabbimize şükürler olsun ki Allah Teala bizleri böyle bir güzel meclise topladı. Bu Uca Allah'ın bizlere bəxş ettiği en büyük nimetlerinden birisidir. Elbette ki sahabelerin hayatını öğrenmek çok mühimdir. Çünkü sahabeler bu İslam dinini yaşattılar, İslam dinini yaydılar, İslam dinini tatbik elediler. Yer üzerinde Məğrib, Məşriq arasında her bir yeri yaydılar. Buna göre de en çok da İslam dininde münafikler veya da ki müstəşriklər veya İslam düşmanları en çok kime təyin edirlər? Peygamberimiz sallallahu aleyhi ve sellem sahabelerine. Ona göre ki eğer sahabeleri gözden salabilseler İslam dinini gözden salabileceğiler. Ona göre ki sahabeler bizlere Kur'an-ı Kerim'i çaktırdılar. Bizlere Peygamberimiz sallallahu aleyhi ve sellemin hayat terzi, Peygamberimizin hadislerini çaktırdılar. Peygamberimizin sünnetini çaktırdılar. Ona göre görürsen İslam düşmanları neyinirler? Sahabeleri her zaman gözden salmaya çalışırlar. Ve yalan uydururlar. Yalan hadisler veya da yalan uydurmalarla gözden salmaya çalışırlar. Ona göre ki sahabelerin hayatını öğrenmek her bir Müslüman için, imanın artması için, ümumiyyətlə ahireti sevmesi için onların hayatı bir örneğiydi. Çünkü onlar öyle bir toplum idi ki Peygamberimiz sallallahu aleyhi ve selleme yoldaşlıkla Allah onları mükafatlandırdı. Peygamberimiz sallallahu aleyhi ve sellemin dostu oldular, yoldaşı oldular. Ve bunlardan da elbette ki en büyük sahabelerden birisi ve bazı münafıklar, ikizler tarafından da gözden salmaya çalışılsa da elbette ki İslam'da ümumiyyətlə dünya Müslümanların 90%'inden çoxun en sevdiği sahabelerden birisi Peygamberimiz sallallahu aleyhi ve sellemin vəziri, yoldaşı, dostu Ebu Bekir Siddiq radiyallahu anh'unun hayatına toxunmaq lazımdır. Elbette ki onun hayatını bir dersdə, bir görüşdə mümkün değil hamısını sığıştıraq. Çünkü hayatı elə bir gözəldir ki, nəinki İslamdan sonra, İslamdan əvvəl onun hayatı, Peygamberimiz sallallahu aleyhi ve selleme yaxın olması, İslamdan sonra hayatı, onun hicreti, dəvəti, Peygamberimizin vəfatından sonraki hayatı ve en sonuna kadar İslam'a ettiği o hizmetler her bir mümin için elbette ki çok ibretlidir. Ona göre ki Peygamberimiz sallallahu aleyhi ve sellem onu adlandırmış Siddik. Ona göre ki o zamanki insanlar onu yalancı adlandırdılar. Dedi ki ey Allah Resulü sen doğru değilsen. İnsanlar yüz döndürdüler. O Peygamberimiz sallallahu aleyhi ve sellem bir yerde oldu. Öz malıyla, nefsiyle, hatta ailesiyle, her bir şeyiyle İslam dinine yardım elədi. Peygamberimiz sallallahu aleyhi ve sellem yanında oldu ve Raşidi xəlifələrin birincisi, Peygamberimiz sallallahu aleyhi ve sellemin dostu, əzəmətli bir imam, əxlaqı ilə, ədəbi ilə, tərbiyəsi ilə, Allah yolunda cihadı ilə, hansı ki ona göre Peygamberimiz ne buyurur? Əbubəkrin imanı, bakın bir insanın imanı, bütün ümmetin imanla beraberdir. Ta kıyamet gününe kadar, subhanallah. Yani hemçin ne değil? Peygamberlerden sonra en beşeriyet üzerine doğulmuş, yani kıyamete gününe kadar en faziletli insandır. Peygamberlerden sonra. Hatta bütün peygamberlerin əshabelerinden üstündür. Subhanallah. Çünkü kimin dostuydu? Peygamberimiz sallallahu aleyhi ve sellem. Adı neydi? Abdullah. Çokları əsl adını bilmez. Çünkü Ebu Bekir adıyla tanınır. Ama adı nedir? Abdullah İbni Ebi Kuhafe. Atasının adı Ebu Kuhafe Et-Teymi El-Kureşi. Yani Teym kabilesinden, Kureyş kabilesinden. Mekke'de doğulur 573. ilde. Peygamberimiz sallallahu aleyhi ve sellem'den yaş farkına kadar 2 yıl. Peygamberimiz sallallahu aleyhi ve sellem 2 yıl böyüydü. Düşünün 2 yıl böyüydü. Asıl adı nedir? Atasının adı nedir? Yani Abdullah, öz adı nedir? Abdullah, atasının adı nedir? Osman. Deyəndə çox kitablar Abdullah ibn Osman, çoxları axtarır görürsən kimdir Abdullah ibn Osman? Əbu Bəkirdir o. Əbu Bəkir adı ilə tanındığı üçün çoxları nədir? Əsl adını bilmir. Abdullah ibn Osman, Əbu Bəkir radiyallahu anhu. Həmçinin onun ləqəblərindən birisi nədir? Əl-Atiq. Atiq nə deməkdir? Azad olunmuş. Peygamberimiz sallallahu aleyhi ve sellem onu nə adlandırır? Peygamberimiz bir gün deyir ki, mən aradə ən yanzura Atiqullahi felyanzur ilə həzə racul. Allahın cəhənnəmdən azad etdiyi insana bakmaq ise buna bakın. Subhanallah. Ləqəblərin birisi neydi? El-Atiq. Yani Atiqu minən-nar. Cehennemden xilas olan. Yer üzerinde gezir ama insanlar bilirler ki bu nedir? Cehennem əzabını hiç zaman görmeyecek. Ve bununla beraber en çok Allah'tan korkan, en çok ağlayan, en çok mal dövlətini Allah yolunda sərf edən idi. Atiqullahi minən-nar. Subhanallah.
Biz heç kimsəyə deyə bilmərik, cənnət əhli, cəhənnəm əhlidir. Ancaq Allah və Rəsulunun şahid olduqlarını. Kimlər ki, Allah buyurur ki, cənnət əhlidir, cənnət əhlidir. Kimlər ki, Peyğəmbərimiz buyurub, cənnət əhlidir, cənnət əhlidir. Və ya cəhənnəm əhli, cəhənnəm əhlidir. Biz artıq buna nədir? Şahid ola bilərik, şəhadət verə bilərik. Baxın, Peyğəmbərimiz s.ə.v. Hətta Peyğəmbərimizdən, yəni verilməmişdən əvvəl belə Məkkə müşriklər arasında ümumiyyətlə Məkkə Atiq ləqəbi var idi onun. Atiq nəyə görə deyirlər? Gözəlliyinə görə. Və yaxud da ki, Atiq qədim bir şey. Nə deyirlər insanlar qədim bir şey görəndə? Gözəl bir şey. Bunun dəyəri var. Məkkə müşriklərində nə idi? Atiq kimə deyirlər? Dəyərli bir nədir? İnsana. Başqa rivayət gəlir ki, Əbu Bəkirə qədər evlatları dünyasını dəyişdiyi üçün, yəni anası dünyaya gətirəndə Əbu Bəkirdən əvvəl hamısı ölür. Əbu Bəkir dünyaya gələndə anası qibləyə dönür deyə Allahım, Atiqukə minəl mevt. Bu deyir, ölümdən deyir, azad oldun deyir. Onu mənə bağışla. Subhanallah. Yəni anası nə eləmişdi? Dua eləmişdi. Və Peyğəmbərimiz nə deyir? Əl-Atiq ləqəbi. Həmçinin ləqəblərinin birisi adı nə idi? Əs-Siddiq. Subhanallah. Nəyə görə Siddiq adlandırdı? Siddiq ən sadiq Siddiq. Ona görə ki, Peyğəmbərimi təsdiq elədi. Hətta Meyrac və Meyracda hansı ki, insanlar üz döndərəndə deyir ki, Allah Rəsulü buyurursa, onun dediyi nədir? Düzdür. Subhanallah. Anasının adı nə idi? Ummul Xeyr. Sələmə binti Saxır. Binti Amir Ət-Teym Əl-Quraşi. Anası İslamı tez qəbul edib. Subhanallah. İlk müsəlmanlardandır. Atası isə Əbu Quhafa Məkkə fəthindən sonra İslamı qəbul edib. Məkkə fəthində. Gec İslamı qəbul edib. Bu nədir? Allahın hikməti. Allahdan istədiyinə hidayət verir. Əbu Bəkirin atası olmasına baxmayaraq ən gec İslamı qəbul edir. Subhanallah. Hətta Əbu Bəkirdən 6 ay sonra dünyasını dəyişir. 97 yaşında atası. Və ən son nə eləmişdi? Məkkə fəthinə qədər gözləri artıq nədir? Görmürdü. Çünki Allah da istədiyinə hidayət verir. Amma anası nə elədir? İlk İslamı qəbul edənlərdəndir. Baxın, Peyğəmbərimiz sallallahu bir gün Uhud dağına çıxır. Uhud dağına çıxarkən üzərində kim olur? Peyğəmbərimiz sallallahu Əbu Bəkir, Ömər, Osman. Uhud dağı tərpənir. Peyğəmbər sallallahu Uthbut ya Uhud, ey Uhud. Sabit ol. Sənin üzərində Peyğəmbər var, Siddiq var, 2 dənə də şəhid var. Subhanallah. Ömər Xattab da şəhid olur. Osman bin Affan da nədir? Şəhid olur. Həmçinin nə idi onun ləqəblərindən birisi? Əs-sahib. Nə demək sahib? Yoldaş. Dost. Bunu kim adlandırıb dost sözünü? Uca Allah Teala. Subhanallah. Kitabında. Ya qiyamət gününə qədər də belədir. İstəyən, o bəzi insanlar istəməsə də. Nə adlandırır? Dost. Yəni qiyamət gününə qədər Allah onu dostu adlandırıb və o istəməyənlər də burunları yerə sürtülsələr də Quran-ı Kərimdə Tövbə surəsi 40-cı ayəni oxuyacaqlar. Bu da Allahın hikməti. Allah bilirdi, vaxt gələcək bəzi sapıqlar çıxacaq ortaya, Peyğəmbərimizin dostuna dil uzatacaqlar. Ayə indirdi. Qiyamət gününə qədər burnunuz yerə sürtülsə də oxuyun. O nədir? Mən onu dost seçmişəm. Kimə? Rasulullah s.ə.və. Subhanallah. Və mən əstəqi minəllahi qilə. Allah Taala'dan daha doğru kim danışa bilər? Heç kimsə. Uca Allah deyir ki, o dostudur. Yoldaşıdır. Subhanallah. Əllə tənsuruhu. Fəqad nasarahullahu iz əxrəcəhullezine kəfəru thaniyezneyni izhumə fil gari. İz yəqul li sahibihi la təhzən innallaha ma'na fəənzəlallahu səkinətəhu aleyhi və əyyədəhu bi cunudin ləm taravhə və cəalə kəlimətullezine kəfərus suflə və kəlimətullahi el-ulya və Allahu azizun hakim. Eğer siz Peyğəmbərə yardım etməsəniz, artıq bilin ki, Allah ona kömək göstərmişdir. Tövbə surəsi 40-cı ayə. Necə ki, kafirlər onu Məkkədən 2 nəfərdən biri olaraq çıxartdıqları zaman. Kim idi 2 nəfərdən biri? Peyğəmbərimiz s.ə.v və Əbu Bəkir Siddiq. Ona görə də bəzi sapıqlar inkar elə bilmirlər. Mağarada da olub, başlayla uydurma iftiralar atmalı. Subhanallah. Allah da deyib dostudur deyir onun. Və dostunu kim adlandırıb? Allah Teala. Allah'ın bu ayəsi inkar edən nədir? İslam ümmətinə ola bilərmi? Peyğəmbərimizin ümmətinə ola bilərmi? Subhanallah. Mağarada deyir ki, hər ikisi mağara olduğu zaman o dostuna belə dedik, qəm yemə. Allah bizimlə dediyi zaman, o vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əskərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçatmışdır. Yalnız Allah'ın sözü ucadır. Nə deyir Allah'ın? Ayənin sonunda bir hikmət var. Tövbə surəsi 40-cı ayə. Allah'ın sözü ucadır. Siz nə qədər Resulullah'ın dilinə, dostuna dil uzatsanız da vaxt gələcək sapıqlar, Allah'ın sözü ucadır. Sizin sözün isə rəzilsiniz. Subhanallah. Dil uzatanlar rəzildir. Kafirlərin sözü alçaltılmışdır. Kimin sözü ucadır? Allah'ın. Allah nə adlandırdı? Dostu adlandırdı. Subhanallah. Həmçinin ləqəblərindən biz əl-ətqa.
ən çox qorxan. Allahu Ekber. Allah nə elədi? Ayə indirdi. Leyl surəsi 17, 18, 19, 20, 21-ci ayə. Və səyəcənnəbuhəl ətqa. Allahdan ən çox qorxan isə oddan uzaqlaşdırıldı. Əlləz yu'ti mələv yetəzəkkə. O kimsə ki, malını Allah yanında verir, təmizlənir. Və məli əhədin indəhu min ni'mətin tuczə. O etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz. Allah da tərifləyir. Əbu Bəkir haqqında elən ayədir. Görün, sapıqlar kimi tənqid edirlər, kimi söyürlər. Subhanallah. Allahın ayəsini inkar edirlər. O ancaq ən uca Rəbbinin rizasını qazanmaq üçün belə edir. And olsun ki, razı olacaqdır. Allah'tan and içir, subhanallah. Razı qalacaqdır. Nə ilə? Cənnətlə, subhanallah. Ayə nə zaman indi? Məkkədə aradakı kasıblar var, heç kimsəsi yoxdur. Məkkə müşrikləri tərəfindən əzab görür, gedərdi, pulu ilə onları alardı, azad eləyərdi, subhanallah. 7 nəfəri bir dəfiyə azad eləyir. Ən çətin vaxtda. Bilal, Amr ibn Fuheyrə, Ən-Nəhdiyyə, onun qızı Zuneyra, Ummu İsa, hamısı neynədir? Azad elədi, subhanallah. Həmçinin baxın, Peyğəmbərimiz s.ə.v-lər nəsli nədir? Babası, 6-cı babada birləşirlər. Kimdir? Murrə ibn Ka'b. O da Əbu Bəkirin babasıdır. Həmçinin kimin babasıdır? Peyğəmbərimiz s.ə.v. Peyğəmbərimizlə nəsli birləşir. La ilahe illallah. Peyğəmbərimiz s.ə.v. Vəhiy veriləndə Peyğəmbərimiz 40 yaşı var idi. Əbu Bəkirin isə neçə yaşı var idi? 38 yaşı. 38 yaşının İslam'a gəlməsinə baxmayaraq Quranı əzbər bilir, subhanallah. Yəni, elm öyrənmək üçün heç zaman nədir? Vaxt gec deyil. Həmçin Peyğəmbərimiz s.ə.v hicrət eləyəndə neçə yaşı var idi? 51 yaşı. Peyğəmbərimiz s.ə.v isə neçə yaşı var idi? 53 yaşı. O yaşda. Xəlifə seçdə neçə yaşı var idi? 61 yaşı. Həmçinin Siddiq radiyallahu anh neçə həyat yoldaşı olub? 2 həyat yoldaşı olub cahiliyə vaxtı, 2 həyat yoldaşı olub İslamda. Quteylə bint Abdülüzə İslamdan əvvəl dünyasını dəyişir. Həyat yoldaşlarından birisi. Ondan evladı olur Abdullah bir də Əsma. Sonra var Umrumən. Cahiliyə vaxtı evlənir. O neyini? İslamı qəbul edir. Ondan kim dünyaya gəlir? Abdurrahmanla Ayşə anamız. Ondan sonra onun Əsma bint Ümeys var. Həyat yoldaşı. Kimin həyat yoldaşı idi? Cəfər-i Tayyar. Peyğəmbərimiz s.ə.v-in əmisinin oğlu Əli ibn Əbi Talibin qardaşı. Dünyasını dəyişəndə, şəhid olanda Əbu Bəkir onunla evlənir. Əbu Bəkir vəfatından sonra kim evlənir yenidən ondan? Əli ibn Əbi Talib. Həmçinin kim var idi? Həbibət bint Harith. Həbibət bint Xaricə. Əbu Bəkir dünyasını dəyişəndə hamilə idi. Radiyallahu anhə. Sahabə qadınlardan və Ummu Kulsum adında qızını dünyaya gətirir. Yəni, yine 6 dənə evladı olur Əbu Bəkir Siddiqin. Bax, bəzən kinolar çəkirlər Əbu Bəkiri vəsf edir, amma Əbu Bəkir o kinolarda vəsf edilən kim deyil, o yalan damsı. Çox deyir, nə uzun idi, nə qısa idi, amma çox arıq idi, deyir, subhanallah. Onun kinolarda biz bir insana vəsf edəndə, adından danışanda deyir, yəqin ki, yekə bir bədən olmalıdır. Yox, çox arıq idi. Sümüyü görürsən idi arıqlığından. Ayaqları nazik, arıq, amma nə uzun idi, nə də deyir, qısa idi, deyir. Ağappaq idi saqqalı, saqqalını hər zaman xına qoyardı. Rəngi də nə idi? Ağ idi, subhanallah. Və heç vaxt ömründə bütə səcdə eləməyib, subhanallah. Bu da Allahın hikməti. Allah Teala Rəsulunu hazırlayır Peyğəmbərliyə, onu hazırlayanda onun dostunu da hazırlayır. Subhanallah. Çünki Tövbə surəsi 40-cı ayə. Heç vaxt nə eləmişdi? Səcdə etmir. Bir gün atası aparır. Deyir ki, gəl aparım sənin bütün yanına. Deyir, nədir? Atası oturur. Deyir ki, bu deyir, bizim ilahlarımızdır. Hörmət edə bunlar. Atası çıxır gedir. Əbu Bəkir oturur bütün önündə. Deyir ki, ey büt, yemək ver. Səs gəlmir. Giyindirməli. Səs gəlmir. Deyir, sənə heç fayda vermir. Daşı götür, vurur, qırır. Əlbəttə, məhkəm üçün neynirlər? Qəzəblənirlər. Hətta deyirlər ki, nəyə görə Lat və Uzzaya səcdə etmirsən? Deyir, kimdir o? Məhkəm üçün nə deyirlər? Bənatu Allahın qızlarıdır. Subhanallah. Deyir, yaxşı, onun anası anı. Əbu Bəkir olan neynədir? Belə ələ salır. Deyir, anaları anı o zaman. Əlhamdülillah ki, necə heç vaxt səcdə belə nədir? Etməyib. Və Qureyş neynir? Susur. Baxın, onun ki, buyur Peyğəmbərimiz s.ə.v. İmənuhu yə'dilu imanil ümmə. Onun imanı ümmətin imanına bərabərdir. Subhanallah. Çünki nəyə görə? Bədənlə deyil. Bax, insanın ruhu güclü olanda, mənəviyyatı güclü olanda, bədəni də güclü olar. Subhanallah. Ona görə nədir? Bədənin güclüyü ilə deyil. O insan ki, ruhu zəifdir, ibadətdə zəif, itaətdə zəif, nafilə ibadətlərdə zəif, günahlara tez gedir. Baxın, Abdullah ibn Məsud radiyallahu anh bir gün misvak qoparmaq üçün ağacın üstünə çıxır, arak ağacı. Külək gəlir tərpətməyə,
başlayır bunu yerləməyə, arıq olur. Sahabələr gülürlər. Soruşur Peyğəmbər, niyə görə gülür? Niyə görə gülürsünüz? Deyir, ayağının naziliyinə gülürük. Külək tərpədir. Biraz külək olub, araq ağacında misvak kopardırlar. O yan bu yan aparır. Arıqlığından. Peyğəmbər deyir, nəfsim əlimdə olan Allaha and olsun ki, deyir, onun iki ayağı deyir, Uhud dağından da deyir, ağırdır tərəzidə. Subhanallah. Çünki nə iman, la ilahe illallah. Amma insan ruhu, mənəviyyatı zəif olanda Allah dərgahında onun nədir? Heç bir qiyməti yoxdur. Baxın, həmçində də onun sifətlərindən birisi heç zaman deyir, içki içməyib. La ilahe illallah. Deyirlər, nəyə görə içmirsən? Deyir ki, mən birinci öz nəslimi qoruyuram, bir də adsanımı qoruyuram, namusumu qoruyuram. Bir gün yolla gedən görür ki, Məkkə küçələrinin birisində içib və zibili götürüb başına qoyur cavan oğlan. Deyir, bax, deyir, içki içənin sonu budur, deyir. Öz nəfsini nədir? Alçatdı, subhanallah. Heç zaman nədir? İçki də içməz. Həmçin nədir? Onun sifətlərindən birisi, insanlar onu çox sevərdi, la ilahe illallah. Məkkədə dünyaya gəlir, Məkkədə böyüyür, Qureyşin içərisində ən hörmətlərindən birisi idi. Hətta cahiliyə dönəmində. Həmçinin, baxın, bir dənə də onun xüsusiyyəti var, nə idi? Aliməl ənsəb. Nəsilləri bilirdi. Nəsil nə deməkdir? Hər kəsin sülaləsi. O zamanında alim idi. Arxiv. Düşünün, zamanımızın nədir? Arxiv. Filan qəbilə filan kəsdir, filan qəbilə filan kəsdir, filan kəsin adı filan kəsdir, filan kəs şair idi. Peyğəmbərimiz əsasında nə idi? Arxiv idi. Ərəblər içərisində bu Peyğəmbər ən çox deyir, ənsəb, nəsil, nəcabəti bilən kim idi? Əbu Bəkir. Həmçinin Uqeylə də o öyrədir, Aqilə də öyrədir. Özündən sonra kimi öyrədir? Həmçinin Aqilə və bir də Cübeyr ibn Mut'imə. Onun ki, Peyğəmbərimiz s.ə.v bir yerə gedəndə həmişə nəyə görə yanında gedir? Deyir, ey Allah Rəsulü, bu filan kəs, bu filan kəsdir. Həmçinin nəyə görə ərəblər onu sevirdilər? Deyir, heç kimsəni deyir, öz nəslinə görə eyibləməzdi. Digər də var idi nəsəbləri bilənlər. Onlar nə idi? Filan kəsin nəslində, misal üçün filan kəsin qəbiləsində filan biabırçılıq olub, qeyd edilər. Bu qeyd etməzdi. Onun ki, hamısı onu sevirdi. Və gedib ondan soruşardılar, subhanallah. Onun ki, buyur Peyğəmbərimiz s.ə.v Qureyş içərisində bütün nəsilləri ən yaxşı bilən kimdir? Əbu Bəkir Siddiq radiyallahu anhu. Ona görə nədir? Allah Teala Peyğəmbəri hazırlayanda onun dostunu da hazırlayır, subhanallah. Bir Peyğəmbər sonra qəbilələri çıxır, Əbu Bəkir yanında. Peyğəmbər tanımır, deyək Allah Rəsulü, bu filan kəsdir, bu filan kəsdir, bu filan kəsdir. Bir Peyğəmbər əzbərindən deyir, la ilahe illallah. Bu filan kəs qəbiləsidir, bu filan kəsdir. Dəvətdə nə idi? Peyğəmbər sonra dəstək olurdu. Peyğəmbər artıq hansı bir məclisə gedəndə bilir ki, orada kimlər oturub və kimlərlə necə danışmalıdır. Kim hansı qəbilədəndir? Subhanallah. Bir gün Peyğəmbərimiz s.ə.v bir məclisə girir, arxasınca Əbu Bəkir, ey Allah Rəsulü, bu filan kəsdir, bu filan kəs, bu filan kəsdir. Bu da deyir, filan qəbilədən adı Zuheyrdir, şairdir. Peyğəmbər yaxınlaşır, ey filan kəs salam, ey filan kəs salam. Eşidirlər Peyğəmbərimiz, düşün bir insan Peyğəmbərimiz onun adını çəkir. Deyir ki, ey Zuheyr, şair necəsən? Zuheyr o günkü qədər sevinməmiş ki, Rasulullah s.ə.v məni şair olaraq adımı qeyd elədi. Kim deyirdi arkada? Əbu Bəkir radiyallahu anh. Subhanallah. Ona görə nədir? Həmçin nədir? Tacir idi. Baxın, tacir idi. İbn Kəsir deyir ki, tacir, özü əxlaqlı, hər kəs gəlib ondan ticarət barədə fikir alar, maraqlanar, hər kəs onu sevərdi, hər kəs onunla işləyərdi. Nəyə görə? Çünki insan ticarətə tanınır. Kim xəsisdir, kim yaxşıdır, kimlə ticarət eləmək olar. Tacir insan daha çox insanları tanıyır. Çünki çox insanlarla nə olur? Əşir nəşir olur. Yanına gələn olur, çox gedən olur. Ona görə nədir? Gəzmədiyi Ərəb yarımadasında yerlər qalmayıb, subhanallah. Həmçin Peyğəmbərimiz onun səfərlərində iştirak edib cahiliyə dönəmində. Hətta bir dəfə Şama gedəndə yuxu görür. Və rahibdən soruşur ki, belə bir yuxu görmüşəm. Deyir, sən kimsən? Deyir, mən Qureyşdənəm. Deyir, kimsən? Tacirəm. Soruşur. Hardansan? Məkkədənəm. Deyir ki, əgər sənin yuxun düzgün çıxsa, çünki o Peyğəmbərimin sifətlərini bilirdi rahiblər. Belə bir Peyğəmbər çıxacaq, o Peyğəmbərin sən həyatda olsan, deyirsən də onun dostu olacaqsan. O yuxusunu hər zaman neyini? Gizli saxlayır. Peyğəmbər çıxacaq, eşitmədiyi sözlər, subhanallah. Bilmirdilər. Və ticarətdə eləndə Məkkə dönəndə 40 min dirhəm pulu var idi. 40 min dirhəm bilsin nə qədər zamanımıza görə? 40 milyondan çox. Bizim zamanımızda 40 milyondan çox. Amma pulu neynədir? Hər zaman kasıblara əl tutardı. Peyğəmbərimiz s.ə.v-in yanında olardı. Hətta Peyğəmbərimizə yardım eləyərdi. Cahiliyə dönəmində kasıblara, yetimlərə yardım edərdi. İman gətirəndən sonra daha çox yardım edərdi. Kimlərə? Kasıblara, zəiflərə. 13 il Məkkədə Peyğəmbərimiz s.ə.və dayaq olur. Malı ilə, canı ilə, ailəsi ilə.
Rasulullah sallallahu kim idi? Dostu idi. Cahiliyə dönəmindən əvvəl. İndi bilirsiniz nəyə görə Əbu Bəkir radiyallahu anh bəzi o az qism də olsa təyin edirlər. Əslində Peyğəmbərimizi gözdən salmaq istəyirlər. Əgər Peyğəmbərimizin cahili dönəmindən əvvəl dostu, İslamdan sonra dostu belə pis olubsa, elə Məhəmmədə kim inanır? Əslində Peyğəmbərin pis demək istəyirlər, deyə bilmirlər. Münafiqlər. Ətrafındakıları söyməklə Peyğəmbəri gözdən salmaq istəyirlər. Subhanallah. Görün kim? Hansı ki, baxın Məkkə dönəmində bu qədər pulu var idi. Mədinəyə hicrət eləyəndə o boyda pulundan 5000 dirhəm pulu qalmışdı. Var mı belə bir insan zamanımızda ki 13 il ərzində 30 neçə milyon pulunu xərcləsin Allah yolunda? 13 il ərzində. Var belə insan zamanımızda? Yoxdur. O nə idi? Allah yolunda ancaq nə indi? Xərci idi. Qulları azad edirdi. Heç kimsəni qoymuyor. Hətta Peyğəmbərimiz yanına gələrdilər. Abu Zər gəlir bir dəfə. Peyğəmbərimiz sən nə versin ona yemək? Heç nə yoxdur. Deyir, olar mən onu evimə aparım. Aparır evində yedizdirir. Subhanallah. Amma Mədinəyə hicrət eləyəndə 5000 pulu qalmışdı. Onu da nə inir? Özünə saxlayır, ailə saxlayır. Yox, Rasulullah'a kömək edəcək Mədinədə, subhanallah. Mədinədə xərcləyəcək onda. Öləndə dünyadan köçəndə heç bir şey qalmamışdır radiyallahu anh. Heç bir şey yox idi. Subhanallah. Onun ki, altı neynədir? Leyl surəsi ayə indirdi. Ona görə Peyğəmbərimiz s.ə.v-in dostu idi dünyada və ahirətdə. Gör Allah Teala kimin dost seçib? Bütün pulunu İslam üçün xərclədi. Yəni özü üçün rahat yaşamağı seçmədi. 3-4 dənə villam olsun, hər ay yeni model maşın dəyişim, dünyanı gəzim. Yox, Allah yolunda xərclədi. Kasıblara, yetimlərə. Subhanallah. Hansı ki, ona görə Peyğəmbərimiz s.ə.v vəfatından öncə Peyğəmbərimiz s.ə.v çıxıb deyəndə ki, artıq mən Allah Teala deyir, bir qula seçim göndərdi. Bu dünyada qalmaq, yoxsa Allah dərgahında. O qul da deyir, Allah dərgahını seçdiyini Əbu Bəkir ağlayır. Başa düşür ki, Peyğəmbərimizdə son günlər qalıb. Peyğəmbər danışır, Əbu Bəkir danışır, ey Rasulallah, atam anam sənə fəda olsun, malın fəda olsun. İnsan deyir ki, ey Əbu Bəkir, sus. Peyğəmbər deyir ki, tərk edin, qoy dostum istədiyi qədər danışsın deyir. Bu dünyada kim mənə yaxşılıq eləyib, onun əvəzini qaytarmağa çalışmışam. Amma Əbu Bəkirdən başqa onun deyir, mükafatını Allah'a saxlamışam. Allah verəcək deyir, subhanallah. Çünki mən bu dünyada ölgəyə bilmərəm. La ilahe illallah. Ona görə nədir? Əbu Bəkir deyir ki, dostumu deyir, tərk edin. İstədiyi qədər danışsın. Hani bugün Rasulullah'ın sevgisini iddia eləyənlər, pulları, imkanları olanlar, hani Rasulullah'a və onun sahabilərinin sevgisini iddia edənlər, ancaq öz nəfsləri üçün çalışar, sonra deyirlər ki, mən zəkatını verirəm də. Əbu Bəkir bəyəm zəkatını vermirdi, yox verirdi. Daha çox xərcliydi Allah yolunda, kasıblara, yetimlərə. Ona görə də Peyğəmbərimiz s.ə.v Allah da onu uca bir neynədir? Məqam qismət elədi. Həmçinin ən gözəl sifətlərindən birisi nədir? Peyğəmbərimiz s.ə.v-in dostu idi İslamdan əvvəl. Ticarətdə iştirak edib. İslama gələndən sonra isə əlbəttə ki, subhanallah, ən gözəl sahabə, ən gözəl insan, hansı ki, bütün cahiliyə dönəmində də öyrəndiyi əxlaqı, ədəbi, biliyini, malını, dövlətini, hər şeyin neynədir? İslam üçün neynədir? Xərclədi. Əvvəlki ümmətlərdən çox insanlar görmüşdü, nəsranilərdən. Ona görə də seçirdi. Ona görə Allah heç vaxt bütə səcdə eləməzdi. Düşünürdü ki, bu niyə dinlə elə? İnsanlar niyə gəlib Allahdan başqasına səcdə etsinlər ki? Subhanallah. Baxın, nə deyir Peyğəmbərimiz s.ə.v? Mə dəəvd əhədən iləl-İsləm. Kim istər olsun, İslama dəvət eləyəndə, ya dedi ki, deyirdilər ki, ey Allah Rasul, qoy düşünüm. Bəziləri tərəddüd edirdi. Ancaq da Əbu Bəkirdən başqadır. Dəvət etdim, dərhal qəbul etdi İslama, subhanallah. Görün, nə deyir? İnnallah bə'sən ileykum. Allah Teala məni sizlərə göndərdi. Siz məni yalan saydınız. Əbu Bəkir dedi ki, sən doğrusan, subhanallah. Və əvsəni, mənə dost oldu, yardımcı oldu, malı ilə, nəfsi ilə. La ilahe illallah. Dostumdur imanlıdır. Kim deyir? Allah Resulü s.ə.v. Deyir ki, əsdaqun nəs imanən. İmanlarında ən sadiq olan Əbu Bəkir, ən sabit olan Əbu Bəkir. La ilahe illallah. Və sonra deyir ki, bu Əbu Bəkirin imanı bütün ümmətin imanına bərabərdir. Zamanında yox, qiyamət gününə qədər. Heç kimsə onu kim gəlməyəcək. Ümmətin hamısı yığılsa, onu imanı edə bilməyəcək. Nəyə görə? Qəlbdə olan Allaha olan o sadiqliyə görə, subhanallah. Görün, nə deyir Peyğəmbər? Mə səbəqəkum Əbu Bəkir. Əbu Bəkir siz nə ilə keçib? Çoxlu namazla, orucla? Yox. Şeyun vəqara fil qəlb. O qəlbində olan yəqinliklə. La ilahe illallah. Hətta bu hədisi kim rivayət edir? Əhl-i Şeyh tamam. Məcəlisil müminin Şustəri.
Əhl-i kitablarını deyirlər ki, Əbu Bəkr Siddiq barəsində siz öz kitabınızdan danışırsınız. Yox, Əhl-i kitablarında da var. Sadəcə müasir olan bəzi cahillər öz kitablarını belə oxumurlar. Ən məşhur kitab Məcəlis-i Müminin Şusterinin kitabı səhifə 89 Əbu Bəkir tərifləyir. Bəzi bədbəxtlər isə ömründə Əbu Bəkirdən danışmağa qorxur. Çünki dündən xəbərləri öz kitablarından xəbər yoxdur. Nə deyir? Qəlbdə olan bir şey. Nə idi o? Haqqı sevmək. Subhanallah. Və həmçinin riddə hadisəsində, hansı ki, mürtəd olanda kim dayandı o riddə hadisəsinin qarşısında? Əbu Bəkir Siddiq, subhanallah. Baxın, Nəhcül Bəlağa 557-ci səhifə. Baxın, nə deyir Əbu Abdullah Cəfər Sadiq? Deyir ki, Əbu Bəkirlə Öməri sevin. Subhanallah. Qalə Əbu Bəsir, kuntu cəlisən. Bir gün deyir, Cəfər Sadiq oturmuşdum və qapı döyüldü. Dedi ki, bir qadın Ümmü Xalid girmək istəyir. Dedim ki, deyir, Cəfər Sadiq mənə belə dedi. İstəyirsən onun sözünü eşitəsən? Dedim, bəli. Dedi, icazə ver girsin. Qadın dedi ki, ey Əbu Abdullah, sən insanlara əmr edirsən ki, Əbu Bəkir Öməri sevək. Dedi, bəli, əmr edirəm. Dedi ki, mən Rəbbimlə görüşəndə deyəcəm ki, sən əmr etmişsən. Dedi, bəli. Lə ilah. Kitab-ı Rovda, Kuleyni, 31-ci səhifə. Biraz da qoy Əhl-i kitablarından gətirək. Bəzi cahillər, nadanlar bilsin ki, öz kitablarından xəbərləri yoxdur. Kuleyni tərifləyir. Düz o çoxlu uydurma rivayətlər olsa da haqqı gizlədə bilməyiblər, əlhəmdülillah. Bu da Allahın bir hikmətidir. Bugün biz onların qarşısına çıxardırıq. Baxın, nə deyir Əli radiyallahu anh? Bir gün deyir ki, kim deyir? Subhanallah. İnnə nərə Əbu Bəkər. Biz bilirik ki, Əbu Bəkir deyir, daha haqlıdır hər bir şeydə. Çünki o deyir, mağarada Rasulullahın dostu idi, ikisindən birisi idi. Onun deyir, bir hörmətini bilirik və Allah deyir, وَلَقَدْ əmr Rasul, Peyğəmbər s.ə.v xəstə olanda Əbu Bəkirə namaz qılmağı əmr etdi. Nəhcül Bəlağa İbn Əbil Hədidin şərhi 1-ci cild 332-ci səhifə. Baxın, nə deyir? Kənə əmrül müminin Əli ibn Əbi Talib bir gecə İmam Həsənin evində qalardı, yəni evə yiyərdi. Bir gecə Hüseynin evinə, bir gündə Abdullah ibn Abbasın evinə gələrdi. İrşad, kitabı ən mötəbər kitab 14-cü səhifə. Nə deyir İbn Abbas? Deyir ki, baxın, bir gün Siddiq radiyallahu anh qeyd edir ki, Allah rəhm eləsin Əbu Bəkirə. Vallahi vəlil fuqarai rəhimən. Fağırlara qarşı rəhimli idi, Quranı oxuyardı, hər zaman pis işləri çəkindirərdi, yaxşı işləri əmr edərdi, dinini bilərdi, Allahdan qorxardı. La ilahe illallah. Gecələr namaz qılardı, günüzə orucla keçirərdi. Nəsikh-i Təvarix 5-ci cild, 2-ci kitab, səhifə 143, Tehranda çap olunub. Ən mötəbər kitablarından birisi. Baxın, nə deyir Peyğəmbər s.ə.v. İnnə Əbu Bəkər minni bi mənziləti səmə. Əbu Bəkir deyir, mənim deyir, qulağımdır. Uyunul Əxbər, ən mötəbər kitabların. 1-ci cild 313-cü səhifə. Həmçin Məanil Əxbər, səhifə 113. Tehranda çap olunan kitab. Bəziləri bunu bilsinlər. Baxın, deyir Əbu Abdullah Cəfər Sadiq. Nə deyir? İməməni adilən. Əbu Bəkir Ömərdir, adil imam idi. Və haqq yolunda üzərində idi. Qiyamət gününə qədər Allahın rəhməti onların üzərinə olsun. İhqaqul haqq Şusterinin 1-ci cild 16-cı səhifə. Bəziləri nədənsə ilahiyyatçı adı ilə çıxırlar, lənət bilirlər, amma öz kitablarını bilmirlər. Baxın, deyir Əli radiyallahu anh. Həmçin Ömər ibn Əbi haqqında. İməmənil hudə, hidayət imamı idi. İslamın deyir, şeyxi idi. Əl-muqtədə bihimə, onlara deyir, itayət olunlar, yəni onların arxasınca dedilər Peyğəmbərimiz s.ə.v-dən sonra. Təlxis-ü Şəfi, Tusinin kitabı, 2-ci cild 428-ci səhifə. Baxın, nə deyir? Əbu Əli ibn Əbi Talib radiyallahu anh. İnnə Əbu Bəkər. Peyğəmbər dedi ki, Əbu Bəkir, mənim qulağım, baxın, mənim qulağım, Ömər isə deyir, mənim gözümdür. La ilahe illallah. Kimin kitabıdır? Məanil Əxbər Qumminin, ən mötəbər kitabları. Səhifə 110. Həmçin nədir? Uyunun Əxbər Rida İbn-i Babuhi Əl-Qummi, 1-ci cild 313-cü səhifə. Əli ibn Əbi Talib tərifləyir. Niyə bunları görmürlər? Əli ibn Əbi Talib gör nə deyir? Ləv ətə bi rəculin yufaddilun alə Əbi Bəkir və Ömər. Əgər bir insan deyir, məni Əbu Bəkirlə Ömərdən üstün görsə, mən ona deyir, iftira şallağı vuraram. İftira atmışdır o. Kişi, ən mötəbər kitabları. Necə? Səhifə 257-ci tərcümədə Mu'camul Xuyinin kitabında 853, Əl-Fudulul Muxtara 127-ci səhifə. Baxın, nə deyir Bəqir əleyhissalam? Bəqir kimdir? Cəfər Sadiqin atası. Nə deyir? وَلَسْتُ بِمُنْكِرٍ فَضْلَ Əbu Bəkir. Əbu Bəkirin və Ömərin fəzilətini mən inkar edə bilmərəm. Amma Əbu Bəkir Ömərdən də fəzilətlidir. Tabrasinin ehticac kitabı səhifə 230. La ilahe illallah. Bütün bunları nəyə görə görmürlər?
Ni'məs siddiq. Həqiqətən də kimdir? Sadiqdir o. Necə ki, Cəfər Sadiq deyir, ən mötəbər kitablarında, keçən dəfə qeyd etmişdik. Nə deyir? Allahım deyir, qibləyə döndü, dedi ki, deyir, Əbu Bəkirlə Ömərə sözlərinə görə, əməllərinə görə kim onlara sadiq demirsə, Allahım dünya və axirətdə onu sadiqlərdən eyləmə. Biz də İmam Cəfər Sadiqin duasına amin deyirik. Allahım, Əbu Bəkir düz olanları sadiqlərdən eyləmə. Həmçinin hansı kitablara gəlir? Yəni bu ən məşhur Kəşfül Gummə 2-ci 360. Biharul Ənval Allamə Məclisinin Bəqir Əleyhisselam deyir, Bəqir Əleyhisselam Əbu Bəkir nədir? Siddiq dedi. 2-ci cild 651-ci nədir? Səhifə, subhanallah. Ona görə də Peyğəmbərimiz sallallahu yanına gələndə deyir ki, ey Əbu Bəkir, şəhadət gətirsən deyə əvvələt də şəhadət gətir. Əşhədən la ilahe illallah və əşhədə ennəkə Rasulullah. Tərəddüd etmədən sən Allahın nəsə elçisisən. Meyraca getdi. Təksib etdi insanlar ki, necə ola bilər bir gecəni meyraca getdi. Əbu Bəkir dedi ki, tərəddüdsüz. Rasulullah deyirsə nədir? Sadiqdir. Ona görə bütün İslam ümməti ittifaq edib ki, nədir? Onun ləqəbi Sadiq. Həmçinin kişilərdən ilk İslamı qəbul edən kimdir? Əbu Bəkir Siddiq. Qadınlardan Xədicə, uşaqlardan, cavanlardan Əli ibn Əbi Talib. Allah onların hamısına razı olsun. Həmçinin ilk İslamda nədir? İslamı izhar eləyənlərdən birisidir. Subhanallah. İslam nə edir? Gizlətmir. Bir gün eşləndə ki, Peyğəmbərimiz s.ə.v oturub Qureyş təhqir edirlər. Qaça-qaça gəlir evə, qapını döyür. Xədicə namaz qapısını açır. Deyir ki, nə olub ey Əbu Bəkir? Deyir ki, haradadır Məhəmməd? İçəri girir, Peyğəmbərimiz deyir ki, ey Əbu Bəkir, nə olub? Gördüm ki, qövmin belə-belə danışır. Niyə sənin əleyhinə danışır? Axı sənin əleyhinə danışacaq insan deyilsən. Deyir ki, ey Əbu Bəkir, mən deyir, ona görə ki, Allah məni rəsul seçib. Səni də dəvət edən İslama. Nə dedi? Əşhədən la ilahe, əşhədən Muhammedən Rasulullah. Ver əlini, subhanallah. Dərhal, İslam neynədir? Qəbul etdi. Çünki nəyə görə? İslam Peyğəmbərimiz bilir ki, heç zaman yalan danışmaz. Əvvəl dostu idi, İslamdan əvvəl və sonra da nədir? Rasulullahın nədir? Dostu oldu. La ilahe illallah. Ona görə Əbu Bəkir Siddiqi dünya müsəlmanların 90%-dən çoxu sevirlər. Hətta əhl-i şiənin çoxu sevir. Bir qism insan vardır ki, rafizilər, üz döndərənlər, onlar sevməzlər. Onlar da inşallah Rasulullah s.ə.v-in üzünə necə baxacaqlar axirətdə? Baxa bilməyəcəklər, Rasulullahın dostuna təyin edənlər. Rasulullahı görə biləcəklər, subhanallah. Neynirlər? Allah, çünki onu Allah sevdirir. Ona görə Əbu Bəkirə dil uzatanlar əslində Rasulullah s.ə.və dil uzatmaq istəyirlər. Düşünün, bir insan İslamı qəbul etmək istəyir. Düşünün, oxuyur, Rasulullahın əvvəlki dostu, əstəğfirullah, həşə, münafiq, İslamdan sonra gəldi, münafiq oldu, elə Rasulullahı aldatdı, güya yalandan qızının qaburğasını sındırdı. Belə Məhəmmədə kim iman gətirər? Heç kim iman gətirər. Nə oldu? Böyle düzəltsəydi elə, islah etsəydi elə öz yanındakı dostlarını islah eləyərdi də. Subhanallah. Hədəf kimdir? Rasulullah. Əbu Bəkir Siddiq, Ömər ibn Xattab deyərlər hədəf deyil. Onların adı ilə, onlar adı pərdəsi altında Donaldını kimi təhqir eləmək? Rasulullah s.ə.v. Bu da kimdir? Abdullah ibn Səba və İslam düşmənlərinin əlbəttə ki, iftirası. Hətta ən mötəbər şiə alimləri Hüseyin Fadullah deyir ki, qapı arasında qaburğa sındırma hamısı yalan şeylərdir. Nifrət yaratmaq üçün kimlərsə nə edib? Uydururlar. Heç bir dini kitabda, heç bir tarix əsərdə nədir? Heç bir dəlli, sübutu yoxdur. Münafiq o kəsdir ki, Əbu Bəkir Siddiqə təyin eləyir. Çünki, baxın, Siddiq, Cəfər, kimdir Siddiq? Əbu Bəkir. Nəvəsi kimdir? Sadiq, Cəfər Sadiq. Nəslə baxın. Baba Siddiq, nəvə Sadiq. Əlhamdülillah. Rəbbimizə şükürlər olsun ki, biz belə insanları tanıyırıq, sevirik və Allah Taala onlarla bizi qiyamət günü həşr eləsin. Və əlbəttə ki, ürəyi o kəslər ki, qəlbində buğz var, düşüblər Abdullah ibn Səba onun törəmələrinin fitnələrinə, yansınlar, parçalansınlar. Dünya müsəlmanların 90%-dən çox Əbu Bəkir sevir və qiyamət gününə qədər sevəcəklər. Qiyamət gününə qədər Tövbə surəsi 40-cı ayəni oxuyacaqlar. O ayəni ki, Qurandan çıxarda bilməyəcəksiniz. Leyl surəsi 19, 20, 21, onları da oxuyacaqsınız. Bununuz yerə sültürsə də Allahu Ekber. Həmçinin baxın, ilk İslamı qəbul edən kim? İbn Məsud deyir ki, birinci İslamı qəbul edən 7 nəfər idi. Rasulullah s.ə.v, Əbu Bəkir Siddiq, Ammar, anası Sumeyyə, Suheyb, Bilal, Miqdər. Yəni, kişilərdən və yetkinlərdən. Uşaqlardan kim idi? Balaca idi o vaxt Əli ibn Əbi Talib, 10 yaşı var idi. Həmçinin deyik, Əbu Hanifə rəhiməhullah, kişilərdən Əbu Bəkir, qadınlardan Xədicə,
qadının Xədicə, həmçinin kişilərdən Zeyd ibn Hərithə, Ğilmən, yəni gənclərdən, uşaqlardan kim idi? Əli ibn Əbi Talib. Həmçinin deyir ki, Zeyd ibn Ərqam radiyallahu anh deyir ki, Əvvələ mən sallə mən Nəbi s.ə.v. Əbu Bəkir Siddiq. İlk deyir, Əbu Bəkir, Peyğəmbərimiz namaz qılan kim idi? Əbu Bəkir Siddiq radiyallahu anhu. O zaman İslamı qəbul eləyəndə Peyğəmbərimiz s.ə.v. nə edir? Sevinir. O gün ən çox sevindirən şey nə idi Peyğəmbərimiz s.ə.v.? Əbu Bəkir dostu İslamı qəbul etdi. Subhanallah. Hətta deyir ki, Peyğəmbərimiz s.ə.v. biz belə deyir, sevinən deyir, görməmişdik. Niyə? Dostu deyir, İslamı qəbul etdi. Əlbəttə, Rasulullah s.ə.v. onu kim seçmişdi dostluğa? Uca Allah Teala. Baxın, İslam'a dəvətinə baxın, subhanallah. Belə bir insana sevməmək olar mı? Münafiqlər sevməz, sevməsinlər. Nə deyir? Birinci neyini? İslamı qəbul edəndən sonra kimləri dəvət edir? Zübeyir ibn Avvam, Talhat ibn Ubeydullah, Osman ibn Affan, Səid ibn Əbu Vaqqas, cənnətlə müjdələnlər hamısını Əbu Bəkir dəvət edir. Abdurrahman ibn Avf, onlar bir-bir gətirib Peyğəmbər s.ə.v. yanına İslam neyir? Peyğəmbərin yanında qəbul edirlər. Bidəyə və Nihəyə İbn Kəsir 399-cu səhifə. Və sonra deyik Osman ibn Məz'un, Abu Ubeydə ibn Cərrah, Abu Sələmət ibn Abdüləsəs, Ərqam ibn Əbil Ərqam, hamısı neyini Əbu Bəkir İslam'a gətirir. Subhanallah. Hətta öz ailəsi Əsmə, Ayşə, oğlu Abdullah, həyat yoldaşı Umrumə, öz xidmətçisi Amr ibn Fuheyra, hamısı neyini İslam'ı qəbul edir. La ilahe illallah. Yəni bu boyda nədir? İslam'a dəvət edib. O zaman 38 nəfər var idi İslam'da. Gəlib Əbu Bəkir Peyğəmbər, ey Allahın Rəsulu, niyə İslamımızı izhar etmirik? Deyir ki, ey Əbu Bəkir, biz azıq. Gedək Kəbəyə deyək, subhanallah. Kəbəyə girəndə hər kəs öz qövmünün, baxdı gördü ki, hər kəsin öz qövmündən kimsə var. O vaxt ərəblər nə idi? Hansısa qəbilə, o qəbilə onu müdafiə edirdi. Başqa birisini təcavüz eləmək olmazdı. O, Əbu Bəkirin qəbiləsi yox idi məsciddə. Əbu Bəkir durur, xutbə verir. İlk dəfə İslamda xətib olur Əbu Bəkir. Peyğəmbər oturur. İnsanlara dəvət eləyəndə müşriklər hücum elədilər, subhanallah. Deyir, başladılar nə eləməyə? Vurmağa. Yıxılır yerə, ayaqlarının altına tapdalayırlar. Hətta o fasik Utbət ibn Əbi Rabiyə nə elədi? Ayaqqabını çıxardır, başlayır üzündən vurmağa. Yəni, üzü deyir, seçilmirdi, deyir, qanla. O qədər zərbələrdən. Yerə yıxıb, belin üzərində çıxıb, tapdalayırlar, əzirlər, döyürlər, subhanallah. Əbu Bəkirin qəbiləsi girir o zaman, Teym qəbiləsi. Ayrılırlar, bir parçaya qoyub, deyir, daşıdılar, evinə gətirdilər, subhanallah. Danışa bilmir. O zaman atası gəlir, Əbu Qahaf, atası dəli İslamı qəbul etməmişdi. Bu vəziyyətdə görür, niyə belə oldu, danışmır, cavab vermir. Evdən çıxanda anasına deyirlər ki, Ummul Xeyrə, ona bir yemək ver. Anası gətirir yemək, bir dənə söz o, deyib, Rəsulullah nə oldu? Anası deyir, mən bilmirəm, anası İslamı qəbul eləməyib. Deyir, Rəsulullah nə oldu? Öz acılarını unudub, Rəsulullah nə oldu, onu soruşur. Deyir ki, mən bilmirəm. Deyir, o zaman deyir, get deyir, Ummu Cəmil. Ummu Cəmil kimdir? Ömər ibn Xattabın bacısı. Get onun yanına. Ondan soruş. Əgər soruşmasan, Peyğəmbərə nə oldu? Yemək yeməyəcəm, deyir. Subhanallah. Gəlir Ummul Xeyrin yanına. Ummul Xeyr İslamı qəbul edib, gizlədir. Ömər ibn Xattab İslamı qəbul edib. Gəlir, bilir Əbu Bəkirin anası, deyir, nə olub? Deyir ki, məni deyir, Əbu Bəkir göndərib. Niyə göndərib? Deyir, Peyğəmbər haqqında soruşur. Deyir, mən dinlə Məhəmməd tanıyıram, nə də Əbu Bəkir. İslamı gizlədir, qorxur. Deyir, amma bir şey eləyə bilərəm. Deyir, mənə apar Əbu Bəkirin yanına. Deyir, yaxşı. Əbu Bəkirin yanına gələndə, vəziyyətini görəndə ağlayır. Qışqırır, deyir, gör sənə nə eləyiblər, deyir, ən yaxşı insana, deyir. Allahdan arzum oldu ki, deyir, Allah onların hamısından deyir, intiqamını alsın, deyir. Deyir ki, mən fəal Rasulullah. Rasulullah belə nə oldu? Ummu Cəmil baxır, deyir, deyin, yəni anam var. Hələ İslamı qəbul edir. Deyir, heç nə olmaz, deyir, dinə, onun yanında dinə. Deyir, Səlimun Salih, sağlamdır, yaxşıdır. Deyir, haradadır, deyir, Dərül Ərqamda. Deyir, aparın məni ora, deyir. Deyir, yenə Allah and olsun ki, bir tikə nə yemək yiyəcəm, nə də içəcəm, aparın məni ora. Gözlüklə axşam çöksün, qaranlıq olsun, küçədən insanlar çəkilsin. Ana, bir də Ömər Xattabın bacısı, yəni qoluna girirlər, onlara sörkənə, nə inirlər, gətirirlər. Gəzə bilmir, subhanallah. İçəri girəndə, Peyğəmbərimiz s.ə.v görəndə, Peyğəmbər s.ə.v üzülür. Yəni, deyir, Peyğəmbərimizi elə deyir, yumşalan deyir, görməmişdi. Yəni, nə mənada, kövrədən görməmişdi. Peyğəmbər s.ə.v deyir, başlar nə inəmə, öpməyə, qucaqlama, nə inədilər sənə? Onu görəndə deyir, sahabilər gəlirlər, ağlayırlar, öpürlər. Deyir, Rasulallah, atam anam sənə fəda olsun. Heç nə olmuyor, fasiqin vurmasından bax, heç nə olmuyor. Əsl olsun ki, sənə heç nə olmasın, subhanallah. O anda kimi düşünür? Rasulullah sallallahu aleyhi və səlləmi deyir. Və deyir ki,
Bu da deyir, anamdır deyir. Anası İslamı qəbul etməyib, onu gətirib. İslamı qəbul etməyənlər gətirmirdilər. Kim gedib müşriklərə deyər deyə. Bu da deyir, anamdır deyir. Barratun bi valadihə. Evladına çox yaxşıdır, yaxşı davranır. Və ente mübarakun. Sən də deyir, ən yaxşı insansan. İslam'a dəvət elə, ey Allahın Rəsulü. Rəsul orada dəvət elə İslamı qəbul edir. Onun ilk İslam nədir? Qəbul edənlərdir. Əbubəkirin sevinci üzrənə sevinç. Ağrı mı qalar? Rasulullah s.ə.v görüb sağlam, üstəlik anası da nə edib? İslamı qəbul edib, subhanallah. Yəni, baxın, Əbubəkir radiyallahu anh belə insan olub, la ilahe illallah. Ona görə nədir? Bu da İslamı açıq göstərmək nədir? Əlbəttə ki, onun imanının güclüyü, qorxmaması, sadiqliyi, la ilahe illallah. İman elə bir qəlbinə girmişdir ki, onun üçün dünya nədir? Heç bir şeydir, la ilahe illallah. Dəvəti sevməsi, həmçin baxın qadına, Ömər ibn Xattabın bacısı, İslamı sevməsi, Rasulullah s.ə.v-i qoruması, gizli saxlayırdılar, Rasulullah heç nə olmasın. Amma əfsər olsun zamanımızda Utbə ibn Rabi kimi münafiqlər var. O ayaqqabı ilə vurdu Əbubəkiri. İndi Utbə ibn Rabinin törəmələr var ki, sözləri ilə Əbubəkir Siddiqə neynirlər? Əziyyət verirlər. Əlbəttə ki, Allah da onları elə Utbə ibn Rabi ilə həşr eyləsin. Sahibuhu qabləl İslam. İslamdan əvvəl dostu, İslamdan sonra dostu, hicrətdə dostu. Allahın hikmətinə baxın. Allah da gələcəyi bilən kimdir? Allah. Allahın hikməti. Allah bilir vaxt gələcək, bəzi sarsaqlar olacaq, az da olsa. Əbubəkir dil uzaşarlar. Allah harada dəfn olmağı qismət edib? Resulullahın yanında. Hətta onu sevməyənlər belə oradan keçməlidir. Burnunuz yerə sürtülsə də. Resulullah salam verməyə gələn insan geri qayıda bilmir. Salam verib çıxmalıdır qapıdan. Və bu salamdan giri o bir qapıdan çıxır. Sevməsə belə önündən keçməlidir. Burnun yerə sürtülsə də. Yansan da, parçalansa da Əbubəkirin önündən keçməlisən. Və sonra hələ Ömər ibn Xattab da var. Ona toxunacaq. Yəni baxın, harada? Qəbirdə də dostdur. Harada bastırılıb? Əgər pis insan olsaydı, Allah icazə verərdi, Peyğəmbərin yanında bastırılsın, Resulullahın yanında bastırılsın, dəfn olunsun. Və qiyamət günündə kimin dostu olacaq? Resulullahın dostu. Qiyamət günündə möminlər görəndə Resulullahı kimi görəcəklər yanında? Əbubəkir. Dünyada dostu olub. İslamdan əvvəl, İslamdan sonra, hətta dünyasını dəyişəndə, qəbirdə dostu, subhanallah. Və ahirətdə dostu, la ilahe illallah. Görün hansı dərəcəyə çatdı. Həmçə Peyğəmbərimiz hər zaman nədir? Müdafiə edərdi. Peyğəmbərimiz bir gün Kəbədə namaz qılır, kafirlərdən birisi yaxınlaşır, yəni Utbə ibn Əbu Muayid. Gəlir öz paltarı ilə Resulullah s.ə.v nə inir? Boğur. Əbubəkir əlini alır, deyir ki, ətəqtuluna rəculən. Nəyə görə bu insanı öldürür? Hansı ki, o deyir ki, Rəbbim Allahdır. Buna görə Qafir surəsi 28-ci ayə 6 ayə indirdi. Nəyə görə əziyyət verir? Baxın, nə deyir Əli ibn Əbi Talib? Əli ibn Əbi Talib öz xəlifəliyi dövründə radiyallahu anh hansı hadisəni yada salır? Qamə xatibən, qalxır deyir ki, hətta baxın, Əbubəkirin vaxtında kim olub Əli ibn Əbi Talib? Qazi olub Mədinədə. Əbubəkir kimi qazi qoymuşdur? Əli ibn Əbi Talibi. Bunlar dost qardaş olub. O bəzi 200 münafiqlərin dediyi kimi deyil. Dostu olub. Qazisi idi. Kimin qazisi idi? Əbubəkirin, xəlifənin, subhanallah. Görün nə deyir xütbələr ki, Əli ibn Əbi Talib. Mən əşcə, ya əyyuhən nəs, ey insanlar. Mən əşcəun nəs. İnsanlar içərisində ən şücaətkar kimdir? Qalu, belə dedilər. Sənsən ey əmrül müminin. Dedi ki, mən, bəli, bütün döyüşlərdə məğlub etmişəm düşməni. Amma ən şücaətli insandır Əbubəkirdir, subhanallah. Nəyə görə? Bədir döyüşündə bir yer seçmişdik Rasulullah üçün. Oradan döyüşü idarə edirdi. Dedi, kim Rasulullahın yanında duracaq? Əlbəttə, müşriklər hücum edəcəklər. Əbubəkir dedi ki, mən yanında dayanır. Baxın, deyir, hər tərəfdən bir müşrik yaxınlaşır, deyir, Əbubəkir qılıncı ilə qoruyurdu. Ona cavab verir, buna qılıncı ilə qoruyur və həmçə onu deyirdi. Ətəxtunna rəculən ən yəqud Rabbi Allah. Bir insan ki, deyir ki, Rəbbim Allahdır, onu mu öldürməyə çalışırsınız? Hamısını neynədi deyir, cavab verdi. Heç kimsə deyir, Peyğəmbərə yaxınlaşa bilmədi. Subhanallah. Sonra deyir, Əli ibn Əbi Talib bu sözü deyəndən sonra, yəni Aleyh burada, o çiynini atan paltar yoxdur, onu götürdü, başladı, deyir, radiyallahu anh, deyir, ağlamağa, la ilaha. Hətta deyir, saqqalı, deyir, yaş oldu, deyir. Dedi ki, deyir, Allah üçün sizə səslənirəm. Əmu'minu əhli fir'avna xeyrun əmhu. Fironun ailəsinin möminləri xeyirlidir, yoxsa Əbubəkir. Hamısı sustu. Allah, qalə vallahi, ləsə'atun
Bir an ki, bir saat ki Əbu Bəkirlə keçirmişik. Yer üzərində hər şeydən xeyirlidir deyir. Firavunun deyir, ailəsi deyir. Möminləri deyir, yaxtumu imanəhu. İmanını gizli saxlamışlar. Amma Əbu Bəkir deyir, heç zaman imanı gizli saxlamadı, subhanallah. Açıq-aşkar nədir, dedi. Bu da əlbəttə ki, Əbu Bəkir radiyallahu anh nədir? Haqqı nədir? Sevməsi. Bu Allah yolunda nədir? Əziyyət görüb, müdafiə eləyib, İslam'a dəvət eləyib, Rasulullahla bir yerdə olub. Baxın, Əbu Bəkir haqqında danışma əlbəttə ki, çox bir dərsə mümkün deyil onun həyatını. Baxın, deyir ki, nə qədər Allah yolunda o Leyl surəsinin ayəni inməsinə səbəb nədir? Allah yolunda deyir, nə inirdi? Xərcləyirdi. Müşriklərin əziyyəti çoxalır, şiddətlənir. Nə inirdilər? Elə bir həddə çatır ki, harada iman gətirən zəif insan var, ona əziyyət verirdilər. Bilal, çünki nəyə görə? Pulları yox, əqrabası yox, bəziləri qul, xidmətçi, qəbilədən olana əziyyət verə bilmirdilər. İslamın əvvəlində kimə əziyyət verirdilər? Gücləri kimdən çatırdı? Fağır fuqaradan. Bilal, heç kimsəsi yox. Qul idi. Həmçinin başqaları, digər insanlar nə inirdilər? Əziyyət verirdilər. Nəyə görə? İslamdan çıxsınlar. La ilahe illallah. 13 il nə inir? Qul azad edir. Allah yolunu nə inir? Xərcləyir. Bilal radiyallahu anh elə bir əzab verirlər ki, ən şiddətli əzab görür. Subhanallah. Biz biraz bir əzab görən kimi, üzlən kimi başlayırıq. Özümüzü nələr zənn edirik? Biraz əziyyət görən kimi, xəstələnən kimi və ya biraz pulumuzu xərcləyən kimi və ya biraz elm yəyən kimi kibir, təkəbbür, mən, razılıq. Subhanallah. Allah yoluna xərcləyib 13 il. Baxın, Bilal radiyallahu anh nə inirlər? Günəşin ən isti qızmar çağında çıxardırlar. Deyir ki, daşı qoyun onun bədəninə, sinəsinə. Əziyyət verin. Əziyyət günəşin altında dinindən çıxsın. Subhanallah. Yerə uzadan yerdə. Deyir ki, deyir, ölənə qədər belə qalacaqsan. Hətta deyir, Lat və Uzza ibadət edənə qədər. Bilal nə deyir? Əhədun, əhədun. Allah deyir, təkdir deyir. Əbu Bəkir Sıddiq eşidəndə bunu qaça-qaça gəlir. Neyini? Umeyy ibn Xələf. Deyir ki, Allahdan qorx deyir. Bu miskinə niyə əziyyət verirsən? Nə zamana qədər belə davam edəcək? Deyir ki, mən onun pulla alıram. 40 qızıl verir, onu neyini? Azad edir, subhanallah. Pulunu ancaq neyini? Buna xərcləyir. Ondan sonra Amr ibn Fuheyrə, Umeyz, nə qədər insanlar neyini Allah yolunda azad edir. Bakın, bir gün atası deyir ki, Əbu Quhafə, Məkkə üçün belə xəsiyyət idi ki, kimin pulu var idi? Zəngin, yəni güclüləri azad edədilər qullardan. Nəyə görə? Həmən güclülər sonra bunları qoruyardı. Yəni, özünə elə bir ki, can güdən axıranla götürür. Əbu Quhafə deyir ki, ey Əbu Bəkir deyir, ancaq deyir, harada zəiflər var deyir, onları azad edirsən. Bəlkə deyir, o deyir, güclülərdən deyir, kimlərsə azad elə deyir, səni qorusunlar. Ya əbəti, deyir, ey atamdır, innəmə uridu mə uridullah. Mən ancaq Allahın istədiyini istəyirəm, deyir. Və ənzəlallah leyləti surət leyl. Altı nədir? Leyl surəsini indirdi. Subhanallah. Allah da nədir? Onu razı salacaq. Həmçinin baxın, Peyğəmbərimiz s.ə.v-in bir hadisəsində qeyd eləyək, hicrət. Deyir ki, Ayşə radiyallahu anh, ləm əqil, qat, yəni dərk eləyəndən deyir, görürdüm ki, deyir, elə bir gün olmasın deyir, Peyğəmbərimiz o zaman bizdə olmasın, səhər axşam deyir. Hər zaman bizdə olardı, subhanallah. Rasulullah Əbu Bəkirin evinə gəlir hər gün. Dostu idi. Və müsəlmanın işgəncələr çoxalır və Əbu Bəkir çıxır Məkkədən gedmək istəyir. İbn-i Dəğinə rast gəlir. İbn-i Dəğinə deyir, Qureyşlər liderlərdən birisi. Deyir, hara gedirsən? Deyir, qövmüm məni çıxartdı, yer üzərində ibadət eləmək istəyirəm. Deyir, qayıt, mən sənə deyir, kafil dururam, yəni himayəmə alıram səni. Qayıdır və İbn-i Məhkim üçün deyir ki, belə bir insan çıxalmaz, kasıblara yardım eləyir, fağırlara yardım eləyir. Deyir, o zaman bir şərtlə qalsın deyir, ancaq evində ibadət eləsin, heç kim səni neynəsin, dəvət etməsin. Çünki sən onu qoruman altına aldı. Əbu Bəkir dayanar, evinə qayıdır, evinin həyətində məscid tikir balaca. Başlayır Quran oxumağa, namaz qılmağa, oradan keçənlər, qadınlar, uşaqlar dinləyirlər. Məkkəyə Qureyşli çatanda qəzəblənər, İbn Dəğinə çağırırlar, deyirlər ki, sən bizə vəd verdin, vədindən xilaf çıxdın. Deyir, nəyə görə? Açıq-aşar Quran oxuyur, insanlara dəvət eləyir və gəlir yanına, İbn Dəğinə deyir ki, mən artıq himayəmi qaldırıram. Çünki sən deyir, belə elədin. Deyir ki, sənin himayəni qaldır, mən deyir, Allahın deyir, himayəsindəyəm, subhanallah. Və sonra gəlib Peyğəmbərimiz yanına ki, ey Allah Rasulü, mənə icazə və hicrətə gedim. Peyğəmbər deyir ki, ey Əbu Bəkir, lə təstəcil. Tələsmə deyir. Niyə görə? Ləallahu yecələkə sahibə. Ehtimal ki, Allah sənə bir dost versin səfərdə. Onu deyir, eşidində sevinir. Dost kim? Peyğəmbərimizlə səfərə çıxacaq. Əvvəlcədən Peyğəmbərimiz bu deməsi nədir? Rasulullah s.ə.v haradan bilirdi bunu? Allahın vəhiyi ilə. Və mən yantiq anil hava. O havadan, boş yerdən danışmaz.
Onun danışığı nədir? Vəhidir. Bu neşlərə nə edir? Sevinir Əbu Bəkir, gözləyir. Qureyş nə zaman ki gördük sahabələr hicrət eləyir, qərara gəlirlər ki, Peyğəmbərimiz s.ə.v nə eləsinlər? Öldürsünlər. Yığılırlar bir yerdə, hilə qururlar. Peyğəmbərimiz s.ə.v öz yerini Əli ibn Əbi Talibi tərk eləyir. Elə bilsinlər ki, evdə kimsə var. Əbu Bəkirlə nə eləyir? Gündüz, günün içində Əbu Bəkirin evinə gələndə Peyğəmbərimiz s.ə.v üzünü başını bağlayıb gəlir. Əbu Bəkir deyir ki, nəsə baş verir deyir. Çünki bu vaxtı Peyğəmbər bizə gəlməzdi. Deyir ki, ey Allah Rasulü, Ayşə olur evdə, Əsma olur. Peyğəmbər girir, deyir ki, Əbu Bəkirə söz deyir ki, bunları çıxar. Deyir, Allah Rasulü, onlar mənim qızlarımdır, sənin əhlindir, deyir. Narahat olma, deyə bilərsən. Yəni, qorxma, yəni heç kimsə xəbər aparmaz. Deyir ki, deyir, Allah icazə verdi, deyir, hicrətə gedirik. Əbu Bəkir sevinir. Ayşə hanım deyir, belə bir sevinç görməmişim ki, kimin dostu olacaq səfərdə? Rasulullah s.ə.v kim bunu istəməz? Deyir ki, hazırlayın. Baxın, Ayşə anamız uşaq vaxtından Əsma ilə bir nə edirlər? Səfərə yemək hazırlayırlar, paltar hazırlayırlar. Yəni, tək özü deyil, özü, ailəsi, malı, dövləti ilə Rasulullah nə edir? Yardım edir. Məkkədən çıxmanı ancaq kim bilir? Əli ibn Əbi Talib, Əbu Bəkir, bir də evlatları. Və Abdullah ibn Ureyqiz Əl-Kinani bir nəfər tutur Əbu Bəkir, deyir ki, bizi yol göstərəcəksən. Bu qədər sənə pul verirəm və 2 dənə nə edir? Dəvə hazırlayır. Və sonra nə edir? Evin arxa qapısından gizlin çıxırlar və Savur mağarasında, Məkkənin altında, yaxında Savur mağarasını gizlənirlər. 3 gün orada qalırlar. Bu 3 gün ərzində dinc durur Əbu Bəkir yox. Oğlu Abdullah'a deyir ki, get gündüz bax gör Qureyş nə danışır. O vaxtdan gör necə işləyir Əbu Bəkir adına. Ağıllı insan olur. Gündüz olan yanında ol, gör nə danışırlar bizim haqqımızda, axşam xəbəri çatdırarsan. Bununla kifayətləni yox. Amr Füheyrə qoyunlar otarardı xidmətçisi. Deyir ki, get qoyunlar otar. Qarış müşriklərin içərisində, onların qoyunlarını otar. Gör nə danışırlar, axşam bizə xəbər gətirərsən. Axşam həm yemək gətirir, həm də süd gətirir onlara. Və həmçinin Əsma, Peyğəmbərimizin qızı, Əbu Bəkirin qızı. Əsma nə edir? Axşamı gözləyir, yemək bişirir, nə edir? Mağaraya gətirir. 3 gün mağarada qalırlar, la ilahe illallah. O 3 gün mağarada Məkkə müşrikləri axtarırlar. Hətta deyir ki, subhanallah, Əsma deyir ki, bir gün deyir, qapı döyüldü deyir. Gördüm ki, deyir, Qureyş gəlibdi, içərisində Əbu Cəhil. Dedi ki, qapını açın, dedim, nə var? Dedi, atan haradadır? Dedim, vallahi bilmirəm. Mənə elə şillə vurur, sanki dişim töküləcək deyir, subhanallah. Öz balaca qızlar da əziyyət görüb. Nəyin üçün? İslam üçün. Əgər bir insan münafiq olsaydı, ailəsi ilə, malı ilə İslama xidmət eləyərdi, subhanallah. La ilahe illallah. Az qaldı deyir, dişlərim tökülsün deyir. Ondan sonra nə elədi? Əlbəttə ki, Peyğəmbərimiz nə elədi? Mədinəyə hicrət etdi və Tövbə surəsi 40-cı ayə indi. Deyir ki, ey Allah, Peyğəmbər deyir, ey Allah Rasulü, Əbu Bəkir deyir, ayaqlarının altına baxsana bizi görərlər. Bir qorxma deyir, Allah bizimlədir. Öz dostuna dedi, nə dedi öz dostuna? İnna Allah mə'ənə, mə'iyyə xassa, xüsusi, Allah bizimlədir. Subhanallah. 3 gün orada nə inir? 3 gecə orada qalırlar və sonra nə inirlər? Mədinəyə çatırlar. Baxın, yəni ailəsi, malı, dövləti, belə bir insan dil uzatmaq olar, insafsızlıq deyil. Malı ilə, evlatları ilə, uşaqları öldürə bilərlər Məkkə müşrikləri. Hətta baxın, Məkkədən çıxarkən nə inir? Allah nə deyir? Yəni, Siddiq adlandırdı və ayədə nə dedi? Allah Teala Tövbə 40-cı ayədə. Baxın nə deyir? Əl-Kuffar axracur Rasul. Kafirlər nə edir? Çıxartdılar. Onlardan ikisindən birisi. 2-dən birisi adlandır, bir sifəti. Sonra nə adı? Sahib. Tək dostu. Nə, haradayı tək dostu? Sənin niyyətin eyni mağarada. Sonra nə dedi? Mağarada dostu. Ondan sonra dedi, ümumi dostu. Ondan sonra dedi, əl-müşfiq. Gör, Peyğəmbər üçün necə əziyyət çəkir deyə Allah Rasulü. Birdən bizi görərlər. Özünü düşünmür, Rasulullahı düşünür. Ayaqlarının altına baxsalar bizi görərlər, subhanallah. Amma nə deyir, qorxma deyir, Allah bizimlədir. Yol gedərkən gah öndə gedir, gah ərhadə gedir. Ömdə nə inirsən, ey Əbu Bəkir? Deyir, birdən arxadan düşmən gəlsə deyir, mən qarşılayayım. Birdən qabaqdan gəlsən, yenə düşməni mən qarşılayayım deyir. Qoruyur səfər. Mədinəyə nədir? Çatana görə, la ilah. Həmçinin baxın, nədir onun? Mə'iyyə xassa buna deyir, inna Allah mə'ənə. Allah bizimlədir. Yəni bunu kim adlandırdı? Allah-Teala'dan rəhmət indiyi zaman, ənzərə səkinə, rahatlıq indiyi zaman kim idi yanında? Əbu Bəkir, la ilah illallah. Bütün bunlar hamısı nədir? Onun fəziləti. Hətta mağarada olanda əqrəb sancır və tərpənmir, Rasulullah əziyyət olmasın. Sonra Əbu Bəkir, Rasulullah sallallahu əleyhi hiss edir ki, əqrəb sancıb, acıyır ayağı. Deyir, nə olur? Deyir, Rasul, səni oyadmaq istəmədim. Qorxdum ki, səni sancaq, qoy məni sancsın. Qoymur əqrəbi də. Peyğəmbər nə elədi? Dua oxu dedi, ağrısı keçdi deyir, subhanallah.
Görün, belə bir insan olub. Həmçin Peyğəmbərimiz s.ə.v nəyə görə Ayşə anamızdan evləndi? O dostuna olan sədaqəti ki, qoy onun əhl-i beyti olsun, subhanallah. Kimin qızını evləndi? Siddiqin, Əbubəkirin qızını evləndi. La ilah. Bu Əbubəkir olan sevgisindən deyil. La ilah illallah. Bu qədər əziyyət. Ona görə nədir? Onun fəziləti əlbəttə ki, həmçinin baxın, Mədinəyə gedəndə 5000 dirhəm pulunu hamısını götürür. Evdə heç nə qoymur. Atası gəlir, Əbu Quhafə deyir ki, Əsmaya, deyir, Əbubəkir getdi, nə qoydu? Deyir, çox şey qoyub, çox şey qoyub. Deyir, haradadır? Tez o evdə pul qoyan yer yoxdur, Əsmaya baxın. Qız da aman dərrakəyə baxın. Orada deyir, daşları düzür, paltarı qoyur, atası kör olur, babası kör olur. Əlini uzatır, deyir, hə, yox, sizə pul qoyub, deyir. Deyir, Allah'ın olsun, hiçbir şey qoymamışdı, deyir. Subhanallah. Yəni, belə insanlar olublar. Malı, mülkü, canı, evladı, hər şeyi fəda edib. Həmçinin baxın, Peyğəmbərimiz də bütün cihadlarda iştirak edib. Bədirdə, Tabukda, subhanallah. Həmçinin hər bir yerdə. Rasulullah s.ə.v hər zaman Qazvəti Bəni Mustalaq qəbiləsindən döyüşdə. Bəni Qureyza, Hüdeybiyyə, Xeybər, Tabuk, Huneyn, Tabukda, subhanallah. Həmçinin baxın, Huneyn döyüşünə çıxanda Peyğəmbər deyir ki, kim imkanı var, sədəqə toplasın. Ömər Xattab deyir, bugün deyir, mən deyir, Əbubəkiri keçəcəm. Hər zaman Əbubəkir, yaxşı işdə Əbubəkir, xəstə ziyarəti Əbubəkir. Gətirir malının yarısını verir. Deyir ki, ey Ömər Xattab, nə saxladın? Deyir, o qədər saxlamışam. Subhanallah. Əbubəkir gəlir, hamısını verir. Deyir, Əbubəkir, evimdə nə saxladın? Deyir, Allah və Rəsulunu saxlamışam, deyir. Ömər Xattab ağlayır. Deyir, Allah'a and olsun, mən səni keçə bilmərəm. Subhanallah. Bax, belə bir insan olub. La ilahe illallah. Əbubəkir. Ona görə nədir? Peyğəmbərimiz s.ə.v-dən həmçinin vida həccində olur. Vida həccindən əvvəl Peyğəmbər s.ə.v nə edir? Həccə göndərilən əmir seçir. Qafilənin böyüyü seçir. Ona görə baxın, deyir ki, İnnə min əminən nəs aleyyə fi söhbəti. İnsanlardan bəziləri var ki, mənimlə dostluğunda hər şeyini əmanət edeyim, özünü, mal dövlətini. Əgər deyir, ümmətimdən kimisə dost götürəcəkdimsə, xullə. Əbubəkiri götürərdim. Xullə nə deməkdir? Dostluğun ən yüksək zirvəsi. Allah'ta 2 nəfəri Peyğəmbər özünə dost götürüb. Bir var dost, bir də var xullə. Xullə dostluğun ən yüksək zirvəsi. Kim? İbrahimi, bir də Peyğəmbər s.ə.v. Peyğəmbər əgər deyir, mən özümə dost götürsəydim, Xəlil, Əbubəkiri götürərdim. Allahla mən aramda o Xəlil sevgisine heç kimsə şərik ola bilməz. Subhanallah. Ona görə Peyğəmbər s.ə.v xəstə olanda kim namaz qılır? Əmr eləyin deyir, Əbubəkir qılsın. Subhanallah. Həmçinin Peyğəmbər s.ə.v vəfatından sonra o nə edir? Xəlifə seçilir. La ilahe illallah. 2 il müddətində, yəni baxın, 2 il müddətində nə qədər insan, yəni nə qədər xeyirlər edir. Baxın, ən böyük etdiyi nədir İslam dininə? Ən böyük, ən mötəbər. Peyğəmbərin vəfatından sonra mürtədlərə qarşı vuruşu. Çünki mürtədlər çıxır ortaya. Bəziləri təmiz dindən çıxır, ərəb qəbilələri. Bəziləri deyir ki, biz artıq zəkat verməyəcək. Deyir ki, Allah'a and olsun ki, deyir, mən onlara vuruşacağım. Ömür xatı, ey Əbubəkir, deyir, ey xəlifə, onlar axı deyir, şəhadət gəlməsin deyir, kimdir zəkatla deyir, namazı ayırsa da onunla vuruşacağım. Ömər xatı, mən o zaman bildim ki, həqiqətən deyir, Əbubəkir haqqıdır. Çünki nəyə görə? Məsələ zəkat deyildi, məsələ nədir? İslamdan çıxmaq idi. Neynədir? Yenidən ərəb qəbilə neynədir? İslama qaytardı, subhanallah. Həmçinin fətihlər olub onun dövründə. Yəni, çox böyük fətihlər olub. Baxın, Ənbarın fəthi, Mədəinin fəthi, yəni İraqa qədər gəlib, Sasanilərə qarşı vuruşub, yəni Farslara qarşı. İndi ortaya çıxdı ki, bilinir ki, nəyə görə Əbubəkirə qarşı düşmənçi edirlər. Məsələ din məsələsi deyil. Sasanilərə qarşı vuruşduğu üçün. Anbar azad olunur. Bəhreyn onun vaxtında azad olunur. Yəni, məcusləri nə edir? Məğlub edir. Haradakı məcuslər məğlub olub, baxın, Əbubəkir Ömərə qarşı düşmənçinin əsas nədir? Məcuslərə qarşı vuruşduğu üçün. Sanki elə deyirlər ki, qoy elə bizim imperiyamız qalardı, məcusi İslama girməzdi. Və bugün onu açıq-aşkar deyənlər var. Nə işiniz vardı bizim də imperiyamızda? Qoy elə qalardı məcusi kimi, subhanallah. Ya ona görə yalandan uydururlar ki, Ayşə anamızı qapı arasında qoyublar, qabırğa sındırıblar, nə iniblər. Əli ibn Əbi Talib yaxşı, niyə beyət elədi xəlifəyə? Beyət elədi. Ondan sonra onun qazisi oldu. Və həmçinin digər sahabələr, subhanallah. Amma görün ki, bəzi mürtədlər nə edirlər? Əslində, baxın, hədəf nədir aslında? Nəyə görə? Yəni, o Sasanilərə qarşı vuruşma, Ənbərin fəthi, İraqın fəthi, kim onları təşkil eləmişdi? Peyğəmbər s.ə.v Usame ordusu göndərirdi. O Peyğəmbər s.ə.v vəfat elədi. Ondan sonra ordunu kim göndərdi? Əbubəkir Siddiq. Yəni, əslində hədəf Rəsullahdır.
Sadəcə deyə bilmirlər. Rəsulullahı tənqid eləsə heç kimsə qəbul etməyəcəklər. Rəsulullahın ətrafını söyməklə Rəsulullahı düz uzatmaq istəyirlər. Əsas budur. Rəsulullahın dostları, Rəsulullahın həyat yoldaşları, Rəsulullahın əshabələri, yəni bu boyda milyard yarım müsəlman etiqad edir və dünya müsəlman 90% olur, Əbu Bəkri sevir, sahabiləri sevir. Yəni bu boyda insan Məhəmmədə hətta kafirlər etiraf edirlər ki, onun güclüyünü ki, onun liderliyini ki, insanlar İslamı qəbul edir. Nə oldu? Ətrafında olan insanlar islah eləyə bilmədi 3 nəfəri. Yəni hamısı bu ölən ki, mürtəd oldular. Görün, İslam düşmənlər necə proqram qoyublar ki, əslində Rəsulullahı dil uzada bilmirlər, ətrafındakı əshabələri söyməklə Rəsulullahı gözdən salmaq istəyir. Rəsulullahı dil uzatsa heç kimsə onları qəbul eləməyəcəklər ki, sən İslam düşmənisən. Amma İslam adı altında ya, kimi söyür? Rəsulullahın dostu. Allah deyir, dostudur, bu deyir, yox. Allah deyir, tərifləyir, sədəqə verir, razı salacam, deyir, yox. Yəni Allahın ayəsinə inanmısan, nəyə inanacaqsan sən? Allah deyir ki, Əhzab surəsində həyat yoldaşları analarınızdır. Deyir, anam deyildir, subhanallah. Allah düz danışır, yoxsa sən? Yəni Allahın ayəsini inkar etmək deyil, nədir bu? Rəsulullahın dostunu söymək kimi söyməkdir? Rəsulullahı söyməkdir. Və Rəsulullahın dostunu söyləyən, hansı ki ayə, Tövbə surəsi 40-cı ayə, bunu inkar edən Rəsulullahın ümməti ola bilər, Rəsulullahla bir yerdə ola bilər, heç vaxt. Subhanallah. Neyiniyib? Nə günahı var? İslamdan əvvəl yardım eləyib. İslamdan sonra yardım eləyib. Hətta öləndə heç bir şey yox idi. Milyonlarını sərf edib. Var indi elə bir dənə baba yiğit ki, çıxsın, bütün 30-40 milyonlu İslamcı xərcləsin. Yoxdur, bu dünyada yoxdur bu dəqiqə. Heç Ömər bin Xattab çata bilməyib ona zamanında. Evində kimi qoymuşsan, deyir, Allah Rasulunu qoymuşam, deyir, subhanallah. Kim? Əbu Bəkir radiyallahu anh. Dünyasını dəyişəndə nəyi var idi? Heç bir şey. Deyir ki, Beytülmaldan qalan bir dəvə var, onu da qaytarın Ömər bin Xattaba, deyir, subhanallah. Ömər Xattaba deyir, bu nədir? Deyir, bu Beytülmaldan olan, deyir, bir paltar, bir də deyir, bu dəvə Ömər bin Xattab ağlayır onu görün, deyir, Allah sənə rəhm eyləsin. Heç bir şey yok, dünyada heç bir şeysiz köşdü, subhanallah. Dünyaya görə Resulullahın dostudur, bu dünyada dostudur, qəbirdə də dostudur, ahirətdə də dostudur, subhanallah. Gör, kimlərə dil uzatırlar? Nə oldu? Bu boyda milyonun, 40 milyon pulunu Allah yolunda xərclədi. Əgər o mal, dünya mənfəət üçün xərclədirsə, onsuz da bu zəngin idi. İslamda mənfəət əldə etmədi ki, hamısını xərclədi. Subhanallah. Bu boyda fəthlər elədi. Münafiq insan bu boyda fəth eləyər. Əsas hədəf nədir? Sasanlərə qarşı vuruşub, Farslara qarşı vuruşub. Hədəf budur yəni. Başqa şey deyil. Din deyil yəni, siyasi. Siyasəti qatıblar, din adı altında Rasulullah s.ə.v və əshablərini gözdən düşürmək istəyir. Amma əlbəttə ki, bacarmayacaq. Çünki Allah elə bir ayə indirib ki, qiyamət gününə qədər oxunacaq. Tövbə surəsi 40-cı ayə. Yansalar da, qəlbləri parçalansalar da, əgər Quran oxuyurlarsa oxuyacaqlar. Tövbə surəsi 40-cı ayə. Quran oxumurlarsa onsuz da bədbəxtdirlər. Həmçinin Leyl surəsi. Həmçinin yanında yatıb, yanında. Resulullahın yanında kimsə adam yata bilər. Resulullahın yanında, qəbri yanındadır. Allah harada qismət eləyib? İstər-istəməz onun önündən keçirsən. Lə iləh illallah. Mədinəyə gedəndə, ziyarət edəndə, Peyğəmbər salam verməyəsən. Başqa yer yoxdur, uçub keçə bilməzsən. Geri qayıtıb bilməzsən. Burnun yerə sürtülsün, keçəcəksən oradan. Həmçinin Əbu Bəkir Siddiq, həyatı uzundur onun fətihləri. Həqiqətən də bir görüşə sığışdırmaq mümkün deyil. Çox uzundur yəni. Amma burada əsas bir məsələyə toxunmaq istəyirəm. Yəni Əbu Bəkir Siddiqin əsas bu dərəcəyə çatması nə idi? Əl-yəqin. Allaha olan nədir? Yəqinlik. Yəni yəqinliklə iman gətirmək. Ona görə nədir Peyğəmbər? Səlullah əl-yəqin. Altıdan yəqinlik diləyin. Yəqinlik yəni şək şübhəsiz iman. Deyir ki, Səlullah əl-yəqin vəl-muafət. Altıdan yəqinlik və afiyət diləyin. Afiyyətlə dünya afiyət nə deməkdir? Sağlam əqidə, sağlam həyat, bidətdən, şirkdən, küfrdən uzaq. Ahirət afiyyət nədir? Əzabdan xilas olma. Fəinnəhu ləm yu'tə əhəd. Bə'dəl yəqin xeyrun minəl muafət. Yəqinlikdən sonra ən xeyirli insana verilmiş şey nədir? Afiyyətdir. İmam Əhməd rivayət edib. İnnəhul yəqin, yəqinlik. Əl-yəqin elə bir şeydir ki, yəstəqiru məhəl ilmi billah. Yəni bir insanın qəlbində Allaha bağlılıq, dəyişməz bir iman, heç zaman dəyişmir. Qəlbində yəqinliklə Allaha iman gətirir. Mutməin nədir? İman. Allahın buyruğuna iman. Resulullahın buyruğuna iman. Çünki yəqinlik nədir imanda? Bimənzilət ruhu minəl cəsəd. İnsanın cəsədinin bədəndəki ruh kimidir. Fəmən əşə bilə yəqin.
Kim deyir yəqinliksiz, qəlbində yəqin olmadan yaşayırsa deyir, ruhsuz cəsəd kimidir bu dünyada. Əbu Bəkirin o dərəcə çatması çox namaz, oruc deyildi. Ondan sonra namazı çox orucdu bizlərdən, biz acizlərdən. Amma əsas nə idi? Yəqinlik. Qəlbdə olan Allaha yəqinlik. Nədir yəqinlik? Fi xəbərilləhi. Allahın buyruqlarına iman gətirmək. Şəksiz, şübhəsiz. Rəsullahın əmrlərinə iman gətirmək. Şəksiz, şübhəsiz. Bu hər insanda yoxdur. Yəqinliklə iman gətirmək. İnnəl mər'əl mu'min bi rabbihi, muqim bi rabbihi. O insan ki, Rəbbinə yəqinliklə iman gətirir. İzə əşə həyətəhu. O bu həyatda yaşayırsa, həqiqətən də deyir, dünya onun üçün deyir, heç bir şeydir. Lə tüsəvü indəllah cənəhə bə'ad. O bilir ki, bu dünyanın Allah dərgahında bir ağaca qənədin qənədi qədərinə dəyəri yoxdur. Və ənəhu lən yəxudə minhə illə mə kütəbələ. Bu dünyada ancaq Allahın yazdığı ona veriləcək. İnnə ləhu qayə. Yəqinliklə yaşayan insanın, onun bir qayəsi var. Başqa insanların qayəsi. Nədir onun qayəsi? Həqiqətən kim insan bunu yaşayırsa, bunu bilir. Həqiqətən də yaşayanla deyir, bunu yaşamaya eyni olmaz. Nədir o qayə? Allah razılığı. Liənnə əməlun qalbi. Çünki o qəlbi bir əməldir. Beynəl mər'i və Rabbi. İnsanla Rəbbi arasında la yura əthəruhu. İnsanlar onu görə bilməzlər. İllə zəvil basira. Bəsirət sahibləri. Bunu yaşayanlar bilirlər ki, Allahla qul arasında olan o qəlbindəki yəqinlik nə deməkdir? Bunun üçün çalışmalıdır mümin. Allah'a bunun üçün dua etməlidir. Əl-muqinu haqqan. Həqiqi mənada yəqin nədir? O ancaq deyir, Allah'ı tanıyır. Və la yercu xeyra. Allah'tan başqasına ümid bəsləməz. Və la yaxaf illəhu. Allah'tan başqasına qorxmaz. La yadurru mən dallə idəhtədəhu. İnsanlar zələtə düşsələr də o haqq yolunda olandan sonra heç bir şey onu üzməz. Subhanallah. İnsanlar da dinarla, dirhəmlə, ancaq dünya ilə vəzifə sahibi olmaq, şan şöhrətlə yaşayırlar. Bununla evinə qayıdır. O ancaq evinə qayıdır ki, Rəbbimlə qayıdıram. Allah üçün yaşayır gün ərzində. Görürsən, bugün Rəbbimiz razı saldım, razı salmadı. Görürsən, Rəbbim bugündən mənimlə razıdır, yoxsa yox. Onu gedir, ənə mən arafallah. Kim Allah tanıyırsa yəqinliklə, o deyir, Allah'ı tanımayanlar, onların malları, mülkləri, dünyaları heç ondan heç zaman vecinə olmaz. Və mən arafəl haqq. Kim haqqı bilərsə deyir, heç zaman batıl ona təsir etməz. Ona görə deyir ki, mən vəcədallah. Kim Allah'ı tapıbsa nəyi itirib ki? Və Allah'ı itirəndiyi nəyi tapıb? Onun gibi buyur Peygamberimiz, Ehabbul a'mal ilallah. Allah üçün ən sevimli əməl nədir? İmanun la raybə fi. Şək şübhəsiz iman. Allah üçün ən sevimli əməl hansıdır? Şək şübhəsiz iman. Ona dedilər, mərtəbət ilmül yaqin. Yəqinlik mərtəbəsi. Onun gibi buyurur ki, İbn Məsud, Əs-sabr şatrul iman. Səbir imanın yarısı, əl-yaqinu ilman kullu. Yəqinlik isə imanın hamısıdır. Deyək ki, innahu la yumkinu li əhədin hədiyən. Bu dünyada bir insan hidayət üzərində olması, haqq üzərində olması, rahat olması, evində, ailəsində, həyatında, əgər o deyir, əsas həyatın dirəyini, gücünü, əsasını, yəqinliyi itiribsə, o heç zamanda hidayət üzərində olmayacaq. Əl-yaqinu billah. Nə deməkdir yəqinlik? Doğru yol göstərən bir şeydir. Altı buyurur. وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Səcdə surəsi 24-cü ayə. Səbr etdikləri və ayələrimizə yəqinliklə iman gətirdiklərinə görə biz onlar içərisindən doğru yol göstərən rəhbərlər təyin etdik. Allahu Akbar. Yəqinlik bir mömin üçün bir nurdur deyir. Sanki səmadan davamlı olaraq başı üstündə deyir, saçan bir nurdur. Çünki o bilir ki deyir, Allah onu görür, Allah onu eşidir, Allah onun problemlərini bilir. Onun qəlbində ancaq bir şey var, sinəsi dolub daşır. Bir şey baş veribsə Allahın qədəridir. Allah Teala onu imtihana çekibsə, onu bağışlamaq üçün imtihana çekib. Allah bir şey ondan götürübsə, onun əvəzini mütləq verəcəkdir. Bu dünyada da, ahirətdə də. Allah bir şey ondan azaldıbsa, artıracaq. Və həmçində o insan bilir ki, deyir, ən çətin anlarda Allah onu əlindən tutar və doğru yolu göstərər. Və bilir ki, hər bir qaranlığın sonunda deyir, nur vardır, deyir. Və fil mihəni minəh. Hər bir imtihanda bağışlanma nemətlər vardır. وَمَا الدُّنْيَ إِلَّا كَسَرَابٍ بِقِيَعٍ. Dünya onun üçün bilirsin nədir? Günəşin üstündə uzaqdan görən bir sərabdır, deyir. Sanki sən onu su zənnedirsən, o deyir, su deyil, deyir. Uzaqdan görsənir. Dünya onun üçün odur. وَأَنَّ مَرَدَّنَا إِلَى اللّٰهِ. Biz hamımız Allah'a qayıdacaq. وَأَنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ.
əbədi qalacağı yer nədir? Axirət. Baxın, yəqinlik budur. Bu dərəcəyə çatdıran nə oldu Əbubəkri? Allahla öz arasında olan o qəlbi iman, yəqinlik, Allahın buyruqlarına iman, şək şübhəsiz. Mömin gecə üçün bunun üçün çalışmalıdır. Peyğəmbər Abbas gəlir, deyə, ey Allah Rəsulü, mənə dua öyrət. İstərullah yəqin və afiyyə. Allahdan yəqinli və afiyyət dilər. Yenə gəlir, 3 dəfə təkrar eləyir. 3 dəfə də nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? İstərullah yəqin və afiyyə. Allahdan yəqinli və afiyyət dilər. Çünki yəqinli, şək şübhəsiz iman, hansı ki deyir, Əbubəkir və insanlar var ki, necə Əli ibn Əbi Talib deyir ki, sizdən əvvəlki ümmətlər keçdi, sahabələr keçdi, deyir, nə sizin çox namazı oldu, nə onların deyir, ibadəti oldu, amma onlar nə edir? Qəlblərində olan Allah olan yəqinlik, iman, şək şübhəsiz, Allahın vədi haqdır, cənnət haqdır, cəhənnəm haqdır, soru-suala çəkiləcək. 3 dəfə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, Allahdan nə deyir? Yəqinlik diləyin. Subhanallah. Baxın, qısa bir şeyi də qeyd edeyim. O yəqinlik ki, subhanallah, həqiqətən də İnsan çalış sevinməlidir ki, əgər sən bugün elm məclisindəsənsə, insanlar bəlkə də evlərinə qaydacaqlar, dünya malı ilə, zinəti ilə, günahı ilə. Sən nənlə qaydırsan? Allahla. Bax, budur xeyir. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Huneyn döyüşündən sonra çoxlu qənimət əldə olur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə edir o qənimətləri kimlərə verir? Paylayır, hamısını kasıblara. Yeni İslam'a gələnlər, müəllifət qulubu. Eləsinə dəvə qoyun sürüsü verdi 2 dağın arasında. Ənsarlar bunu eşidəndə biraz üzülürlər. İnsandır, sıxıntı olur. Yəni biz hələ deyik, qılınclarımız qınına girməyib, qan axır. Rasulullah bir şey də vermir onlara. Bilir onların imanını. Qoy kimlər olsun deyir, müəllifət qulubuhum, subhanallah. Yəni o yeni İslam'a gələnlər, la ilahe illallah. Onlar qoy İslam'ı sevsinlər. Hamısını paylayır. Dəvə, qızı, heç bir şey. Gəldi, ey Allah Rasulü, deyir, ənsarlarda deyir, nəsə var deyir. Deyir, onların hamısını yığ bu yerə deyir. Subhanallah. Hələ deyir, qılınclarından qan tökülür, döyüşüblər, döyüşü qazanıblar. Peyğəmbərimiz salsam çıxır, gözəl bir söz deyir. Deyir ki, bəlkə siz demək istəyirsiniz ki, sən tək idin, biz sənə yardım elədik. Sən kimsəsiz idin, biz sənə kömək olduq. Sən ac idin, biz səni yedizdirdik. Subhanallah, gör nə deyir? Avacətnum fi ənfusikum, ya məşşər ənsər. Ey ənsarlar, yoxsa deyir, dünyanın deyir, fani bir şeyinə görə mi, nəsə bir şey mi var? Hansı ki, bununla deyir, mən insanların deyir, qəlbini İslam'a sevdirdim. Subhanallah, la ilahe illallah, baxın. Ey insanlar deyir, ey ənsarlar, əgər mən deyir, sizlərdən birisi olsaydım, yəni Peyğəmbər olmasın, sizlərdən bəlkə birisi olardım, tərifli ənsarlar, yardım ediblər. Ey insanlar deyir, ya məşər ənsar, hansı yaxşıdır? Əgər zəhəbən nəsi bişşəti vəl-bə'iri. İnsanlar evlərinə qayıtsınlar, dəvələrlə, qoyunlarla, subhanallah, paylayıb hamısını. Və tərci'unə bi Rasulillah. Siz isə Allah Rəsulunla evinizə qayıdacaqsınız. Bunu eşidəndə yine ansarı ağlaydı. Ey Allah Rasulü, kifayət dedi, subhanallah. Yəni Rəsullahla, Allahla qayıdma nə deməkdir? Yəqinliklə onun dininə iman gətirmək, subhanallah. Əgər bugün bu varsa, bizdə bunun bir cüzüsü varsa, acizliyimizə görə Allah'ın en büyük neydi? Bu nimetidir. Buna göre insan gece gündüz şükür etmelidir. Allah'ım sen benim yəqinliyimi daha da artır. Boş şeydir bu dünya karşısında yəqinliği. Hansı ki Allah'a o şək şübhəsiz iman. Hiçbir şeydir. Nedir Peyğəmbərimiz? İnsanlar evlerine dəvə ilə, qoyunla qaydanda siz ise evlerinize deyir. Ne ile qaydırsınız? Bir Rasulillah, Allah'ın Rasulü ilə. Ənsarlar deyir, dağın bir cığırı ilə geçsədir, mən də orayla gedərəm deyir, subhanallah. Ənsarlar o boyda xidmət ediblər İslam dininə. En son nə elədi? Deyir, başladılar, deyir, başlarına aşağı salıb ağlamağa deyir. Resulullah gedir, hönkürtü ilə ağlayırlar. Yəni Allahla qayıtma. Rasul ilə qayıtma nə deməkdir? Yəqinli ilə olan iman. Bu dünyaya göre aldanmaq düzgün değil. İnsanlar evinə qayıda bilərlər, malla, mülklə. Bəzən mömin görür, üzülür. Neye üzülürsən? Sen ki evine Allah'la qayıdırsansa, Allah'a bağlılığı, qəlbində olan yəqinliyi, bu elə bir nemətdir ki, bunu Allah Teala ancaq sevdiği kullarına verir, subhanallah. O sevdiği kullar əlbəttə ki azdır, amma Allah verir. Və bunun müqabili nədir? Əbədi cənnət. Ona görə həmçə nə istəmək lazımdır? Əl-yəqin, altdan yəqinlik və afiyət. Uca Allah Teala bizləri sonumuzu gözəl eyləsin. Əbubəkir, Siddiq, həmçin Peyğəmbərimizin sahabələri, başta Rasulullah, Əbubəkir Siddiq, diğer sahabeler, Peyğəmbərimizin əhl-i beyti, onlarla bir yerde cənnətə həşr eyləsin.
Elə bir gözəl insanlarla cənnətdə olmaq, onları görmək. Mömin bunun üçün çalışmalıdır həyatı boyu. Onsuz da bu dünya nədir? Əyyəm qarail, İmam Əhməd dediyi kimi, az bir günlərdir deyir. Ta'amun duna ta'am, bir gün var, bir gün keçir, bir gün yaxşı yeyirsən, bir gün az yeyirsən, bir gün yaşlı yeyinirsən, bir gün zəif geyinirsən. Onsuz da həyat nə edir? Davam edir, gedir. Əsas nədir? Allahla qarşılaşmaq, yəqinliklə, imanla. Əgər bir insanın qəlbində yəqinlik varsa Allaha, iman varsa, necə ki, Əbu Bəkr Siddiq radiyallahu anh belə yəqinlikdədir. Əlbəttə biz onu çata bilmərik. Amma onunla özümüzə ibrət götürməliyik. Varsa qəlbimizdə Allah təala nə edir? Cənnətin ən yüksəyini qismət eləyər. Uca Allah təala sonumuzu gözəl eyləsin. Uca Allah təala bizi və ailəmizi bağışlasın, günahlarımızı bağışlasın. Allah təala bu elm məclisimizi xeyirli, bərəkətli eyləsin, dualarımızı qəbul eyləsin, sıxıntılarımızı aradan qaldırsın. Uca Allah təala valideynlərimizi bağışlasın. Dünyadan köçən valideynlərimizi yeni Uca Allah təala cənnət eyləsin. Uca Allah təala evladlarımızı salih qullarından eyləsin. Uca Allah təala bizi, ailəmizi, evladlarımızı qorusun. Uca Allah təala bizim bu gözəl vətənimizi qorusun. Belə elm məclislərimizi hər zaman eyləsin. Allah təala bu elm məclislərinin sonunda günahlarımızı bağışlasın və günahları bağışladığı qullarından eyləsin. Amin.